Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dərsə qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. İndi mən bizim dəstəyimiz nə olacaq? Sizdən gözlədiyimiz dəstəyində onun haqqında daha ətraflı məlumat verəcəyəm. Amma siz zəhmətə dəyər olaraq videonun bu 3-5 dəqiqəlik hissəsini axıra kimi izləyin. Çünki mən bu videonu ayrıca çəkirəm. Bütün videoların əvvəlinə yapışdıracağam və bu barədə hər birinizin məlumatı olsun istəyirəm. Keçirəm dəstəyə. Birinci bizim göstərəcəyimiz dəstəyə. Biz nə dəstəyi göstərəcəyik? YouTube kanalımızda ödənişsiz formada riyazi bazı dərslərimiz hansı ki saytdadır, ödənişsiz formada paylaşacağıq. Daha çox uzatmamaq üçün aşağıya çəkmirəm. 26 dənə video dərsdir. Hər biri playlist formasında düzəldiləcək səliqəli ardıcılıqla. Orada paylaşılacaq. Rahat şəkildə ardıcılıqla izləyə biləcəksiniz. Riyazi bazı dərslər haqqında qısa olaraq deyim ki, bu məsələlər deyil. Siz burada riyazi bazı formasındasınız, məsələlərə girişsiniz. Yəni birinci ələb bilməliyiz, toplama nədir, çıxma nədir, vurma nədir, bölmə nədir, qallı bölmə nədir, adi kəsir, onluq kəsir, müsbət, mənfi, tənlik, bərabərlik. Sadəcə belə bir şeylər öyrənirsiniz. Tam hazır olsun, sonra girişəcəyik məsələlərə. Birinci bazı dərslərimizdə çox uzatmaq istəmirəm. Onu paylaşdıq 26 video. Burada MHM 2025 yazmışam. Qara üzlü kitabdır, 4500 testi olan qalın kitabdır. Burada MHM kitabının, daha uzatmıram, 150 videoda hərəsi 2 saatlıq. Çox böyük bir zəhmət var. MHM kitabının bütün mövzularının ətraflı şəkildə izahı və hər bir testin, 4500 testin hər birindən ətraflı şəkildə izahı verilir. Ay bu onun təkrarıdır, yox bu asandır, belə bir şey yoxdur. Hər birindən acılıqla izahı verilir. Biz bu formada sizə dəstək olacağıq. Siz çox rahat bir şəkildə oturub hər bir testi evdə işləyə də bilərsiniz. Mövzu izahına baxandan sonra ilşəndə videoda hər bir testin izahını tapıb tezdən izləyə bilərsiniz ki, bu hissədə nə səhv eləmişəm, nəyi başa düşmüşəm və s. Bunun müqabilində keçirik sizin dəstəyinizə. Siz bizə necə dəstək ola bilərsiniz? Siz bizə, mən bilirəm ki, elə bir minimum ödənişli sınaq qrupu açırıq ki, ona 90%, 95%-in imkanı çatar. Ən azından mən belə düşünürəm. Təbii ki, istisnalar da ola bilər. Çünki bu nisbi anlayışdır da. Kimin imkanı çatmırsa o öz yerində. Yəni bunu vicdanla özünüz hesablaya biləcək gücdəsiniz. Yəni görəcəksiniz, yox da, rahatsızım çoxdur deyir, mənim ona imkanım yoxdur. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna da boş-boşuna qoşulmursunuz da. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Bazı dərsini əhatə edən sınaqlar, o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, bir ilə ikinci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan ayağa. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqlar verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur.
İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır, təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq. 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. MHM kitabından izahımıza qaldığımız yerdən davam edirik ardıcıl formada. Bu dəfəki mövzumuz nədir? Ədədlər dəyişdikdə cəmin, fərqin, hasilin və qismətin dəyişməsi. Baxın, elə bu başlıq altında belə gedir başlığın adı. Cəmin, fərqin, hasilin və qismətin dəyişməsi. Biz bunu bazı dərslərində keçmişik. Ümid edirəm ki, izləmisiniz. Mən sizə inanıram. Çünki həmişə demişəm ki, bazı dərsləri mütləq izləyin. İşini izləməmisinizsə, mütləq şəkildə onu izləyin. Çünki bu mövzu izahını orada vermişik ətraflı şəkildə. Dənə-dənə sual tiplərinə toxunmuşuq, məntiqinə toxunmuşuq, mövzunun izahını vermişik, F tapşırıqları vermişik, F tapşırıqların izahını vermişik. Yəni mövzu izahı tam ətraflı şəkildə orada var. Və ya izləmişsiniz izləməyinə, yadınızdan çıxıb boşluqlarınız var, tezdən mövzu izahı oradadır. Mövzu izahını izləyin ki, mən burada tezdən eyni şey danışmayım. Niyə vaxt dedik ki? Çünki orada tam ətraflı izah vermişəm, eyni videoda. Onu götürüb bura birləşdirə də bilərdim. Amma daha səliqəli qalıb da orada. Bu video çox da uzun göstərməsin deyə oradan izləyə bilərsiniz. Bazı dərslərimizdə var. Onu izlədikdən sonra gəlirsiniz bu testləri işləməyə çalışırsınız. Həmişə dediyim kimi mütləq şəkildə işləməyə çalışın özünüz. Özünüz işləməyə çalışın, tapmağa çalışın. Bir yol tapmağa çalışın. Üstünə dəqiqələrlə fikirləşin. Heç cür tapa bilmədən hansısa sual tipinə ondan sonra gəlin video izaha baxın. Məsəl üçün deyirəm də 212 nömrəli test tapa bilmədim. Gəldim video izaha baxdım. Başa düşdüm. Əla. Amma başa düşdüm. Bundan yetərlidir. Video saxlayıram. Həmin o başa düşdüyüm sual. Ay yox, başa düşmüşəm, fərqi yoxdur. Ay yox, mexaniki səhv eləmişdim, fərqi yoxdur. Fakt sən ona görə gəlməmisən bura. Orada biraz şübhəm yox idi. Saxla, izahı başa düşəndən sonra. Sonra eyni izahı və ya özün başa düşdüyün kimi eyni izahı özünə verə-verə həmin sualı mütləq işlə. Onda artıq ömürlük yadında qalacaq, həm tətbiq etmən mükəmməlləşəcək. Yaxşı. Başa düşdün mexaniki səhvdə, o mexaniki səhvi tezdən eləyə bilərsən, amma özün izah verə-verə eləsən. Həmin mexaniki səhvi eləməyəcəksən və o sual tipi ömürlük beynində həkk olacaq. Bunları unutmuruq. Həmişə hər dərsin əvvəlinə deyirəm, indi dedim. Keçdik artıq suallarımıza. Qələmi seçmişdim də, həri. Başladıq 211 nömrəli sualdan. Deyir 624 ədədinin sağına bir 0 yazsaq. Bu anlaşılan sualdır, çətin sual deyil. Bu 624 ədədinin sağına bir dənə 0 yazdım. Deyir ki, bu ədəd neçə vahid artar? Yəni bu ədəd deyəndə 624-dən danışır da. Bu 624 sağına 0 yazdım, 6240 oldu, amma əvvəl bu 624 idi. Artıb 6240 oldu. Neçə vahid artıb tapmaq üçün? Təbii ki, böyükdən kiçiyə çıxıram, 10-dan 4 çıxıram. 6, buradan 10-luq vermişdim. Buradan bu 3 olub. 3 çıx 2, 1. Buradan 2-dən 6-nı çıxmaq olmur. Ona görə buradan 10-luq götürürəm. 12 çıx 6. 6, bu özünə 10-luq vermişdi. Bir vahid azalıb. Bu da 5 kimi düşür aşağı. Cavab oldu 5616. Sual da buydu ki, bu ədəd neçə vahid artar? 5616 vahid artdı. 211 ilə işimiz bitdi. Sildim bunu, keçdim 212-yə. 212 də asan sualdır. Buna aid suallar çox işləmişik. Bir 736 ədədini yazdım bura. 736 ədədinin onluqların 9 vahid artırıblar. Buna uyğun suallar həlləmişdik ya bunun əvvəlki dərsdə. Yəni onluqların 9 vahid artırılırsa, deməli 9 dənə 10 artıb da bunda. Və salam. 9 da 10 nə demək? 90. Yəni ki, bu ədəd 90 vahid artıb, plus 90. Və təklərini 5 vahid azaldıbsa 5 dənə tək, yəni ki 5 dənə 1 azalıb. 5 dənə 1 nə deməkdir? 5 vur 1 5 edir. Yəni ki 5 vahid azalıb. Və salam. Bir neçə anlar bu sualın cavabını tapdı. 736 90 gəldi. 826 5 ilə çıxanda cavab 821 alınır. Yəni 212-nin də cavabı oldu. A bəndi. Keçdik 213-ə. 213-də deyir ki, azalanı 22 vahid, çıxılanı 15 vahid azalsaq, fərq necə dəyişər? Biz bunları öyrənmişdik bazı dərslərimizdə. Bayaq dediyim, hansı ki, başlığı da buna birdir. Cəmin, fərqin, qismətin dəyişməsi belə bir başlıqdır. Bazı dərsdə onu keçmişdik, nə öyrənmişdik? Ya da sağlam yerində. Çıxma əməlində öyrənmişdik ki, birinci azalan deyirlər, ikinciyə çıxılan cavaba da fərq deyirlər, çıxma əməlinin cavabına. Və demişdik ki, azalanın başında nə oyun açsaq, fərqin başında eyni oyun açılır. Yəni azalanı artırsan, fərq də artır. Azalanı azaltsan, fərq də azalır. Və öyrənmişdik ki, çıxılanı tərsinə reaksiya verir. Yəni çıxılanı artıranda fərq əksinə azalır, çıxılanı azaldanda fərq əksinə reaksiya verir, yəni tərsinə reaksiya verir, artır. Bunu azaldanda o artır. Burada necə var? O cürdür, burada isə tərsinə reaksiya verir. Və mən bunu bilirəmsə, indi bu çıxma əməli hər nədirsə bilmirəm. Amma bu çıxma əməlinin cavabına hər hansı bir F ədədisə, fərqdə, fərqin baş hərfi yazan rahat olsun. Neysə üstü deyə bilərsiniz, X də deyə bilərsiniz. Bu çıxma əməlinin cavabı əvvəl hər hansı bir F ədədi idisə,
Azlanı 22 vahid azaldıblar axı, azaldıblar. Azlanı 22 vahid azaldıblarsa nə olacaq? Mənim fərqimi göstərən f ədədi 22 vahid azalacaq. Çünki azlanın başına nə açırsansa, fərqin də başına eyni oyun açılır. Yəni bunu 22 vahid azaltdıqları üçün mənim f ədədində f çıxı 22 halına düşdü. Sonra çıxılanı da 15 vahid azaldıblar. Çıxılanı da eləsələr tərsinə reaksiya verir. Yəni çıxılanı 15 vahid azaldıblarsa tərsinə. Mənim fərqim 15 vahid artır. Bu azaltmışlar, amma artır. Tərsinə reaksiya verir. Yəni üstünə 15 gələcəm. Vəssalam. Buradan da mənfi ilə müsbət toplamağı da öyrənmişik bazı dərslərimizdə. Mənfi 22 ilə müsbət 15-i toplayanda modulca bölün modulundan modulca 2-nin modulu çıxır. Yəni 22-dən 15-i çıxıram, cavab 7 olur. Və modulca bölün işarəsində mənfi olduğu üçün mənfini buraya yazıram. Yəni çıxma əməlimin cavabı, yəni fərq əvvəl hər hansı bir f ədədirsə, indi f çıxı 7-dir. Yəni ki, f-dən 7 çıxıblar. Yəni fərqim 7 vahid azalıb. Deməli, fərq necə dəyişər? 7 vahid azalar. Buradan açıq-aşıq görürəm. 7 vahid azalar hardadır? D bəndində. 213-cü testin cavabı da oldu D bəndi. Yenə də deyirəm, burada ədəd də qoyub eləyə bilərsiniz təbii ki, amma bu sizin vaxtınızı aparır. İndi mən izah verəndə uzun görsənsiniz ki, bu da vaxt aparır. Yox, mən izah verirəm deyə uzun gedir də. Amma mən bu qaydaları bilirəmsə, kiməsə izah vermirəmsə, bu sualı oxuyan kimi 2 saniyə cavabı tapırım. Çünki ki, azaldı 22 vahid artırdı, azaltdılar. Deməli, fərqim də 22 vahid azaldı. Çıxana 15 vahid artırdılar, azaltdılar. Deməli, 15 vahid artır, mənfi 22, 15, cavab mənfi 7, yəni 7 vahid azaldı və getdim bunu götürdüm. Əslində, beynim bunu sürətli fikirləşir 2-3 saniyəyə. Mən izah verirəm deyə uzun görsənir. Amma əslində bu daha rahat. Məsələn, ədəd necə qoya bilərəm? Baxıram ki, 22 vahid, 15 vahid azaldıblar. Bir dənə çıxma əməli fikirləşərəm. 22-dən 15-dən böyük ədədlərində, məsələn, 40-20 fərqi yoxdur. Düşünürəm ki, 40-20 eləyir. Sonra azalanı 22 vahid azaltmaq lazımdır. Azalanı bu da 40-ı 22 vahid azaldıram, olur 18. Çıxılanı da deyirlər 15 vahid azalt, 20 idi çıxılanın. 15 vahid azaltsam olur 5. 18-dən 5 çıxanda 13 edir. Mənim fərqim əvvəl 20 idi. Yəni ki, cavaba fərq deyirlər də çıxma cavabından. İndi 13 oldu. Nə oldu? 20-dən 13-ə düşübsə azalıb da. Nə qədər? 7 vahid azaları bu cürdə götürə bilərəm. Amma yenə deyirəm, qaydaları bilmək daha yaxşıdır. Çünki bəzi sual tiplərində qaydalar bizə çox kömək olur. İndi bu asandır. Ədəd də qoyanda çox vaxt aparmır aparmağına. Amma qaydalar çətin deyil ki, məntiqin də başa düşmüş mövzu izahında. Qaydalarla gedin. Bax 214. İlk toplamalardan birini 12 vahid artırdıq. Cəmin 8 vahid artması üçün digər toplamı necə dəyişmək lazımdır? Gəl indi oturub burada ədədlər qoy. Nə edirəm ədədləri qoyuram? Toplama əlində öyrənmişdik ki, toplanan, yenə yada salıram, verimdə qalır. Toplanan cəm. Öyrənmişdik ki, toplananda hər hansı birinin fərqini yoxdur. Nə qədər artırsan, cəm də o qədər artır. Nə qədər azalsan, cəm də o qədər azalır. Yəni ki, toplamanın başından oyun açsan, cəmin də başına eyni oyun açılır. Bunu öyrənmişdik. Görəm əla da. Əvvəl cəmin hər hansı bir C ədədi idisə, hələ buna uyğun yazıram. Burada nə istəyirsiniz yaza bilərsiniz. Toplamalardan birini 12 vahid artırıblarsa, deməli cəmin də 12 vahid artır. Yəni o bu C ədədi C plus 12 halına düşür. Yəni cəmin 12 vahid artdı. Amma mənə deyir ki, cəmin 8 vahid artmasını istəyirik biz. Cəmin 8 vahid artmasını istəyirsə, bu 12 vahid artır. Baxın, deməli bu cəm plus 8 forması düşsün istəyəndə cəm 8 vahid artsın da. Yəni C üstəgəl 8. Onu bu plus 12-dir. Buradan 4 çıxmalıyam ki, bu cəm 8 vahid artsın. Yəni mən istəyirəm ki, cəmim 12 vahid artır, bundan sonra 4 vahid azalsın ki, bu formaya düşsün. Yəni 8 vahid artmış olsun ümumilikdə. Deməli mən cəmin 4 vahid azalsın istəyirəmsə nə etməliyəm? Təbii ki, digər toplamını 4 vahid azalmayam. Çünki digər toplamı 4 vahid azaldanda cəmin 4 vahid azalır. Yəni birisinə görə 12 vahid artdı, digərinə görə 4 vahid azalır. Və bu formaya düşür. Mən elə buradan gördüm də, bu sual da budur ki, digər toplamı necə dəyişmək lazımdır? Digər toplamını çıx 4. 4 vahid azaltmaq lazımdır. Cavab C bəndi. Yəni 214 ilə də işimiz bitdi. Təbii ki, yenə deyirəm, burada ədəd də qoya bilərdiniz, amma məncə bu daha qısadır. Ədəd qoyanda hər hansı bir toplam əməli fikirləşsəydik, bax məsəl üçün 20 üstə gəl 30. Neçə edir? 50. Ədəd qoymağı da göstərirəm. Hər hansı bir toplam fikirləşdim. Sonra dik toplamını 1-dən 12 vahid artırdılar. Məsəl üçün 20-dən 12 vahid artırdım. 20-dən 12 vahid artırdım, oldu 32, düzdür. Üstə gəl. Digərim ədədimə x deyəcəkdim. Birisini 12 vahid artırdım. Digərini x dedim və deyir ki, cəmi 8 vahid artmaq üçün. Mən istəyirəm ki, 32 üzrə nəsə gələndə mənim cəmim 50 yox, 58 eləsin. Çünki cəmim 8 vahid artsın üstəndə 50 idi, 58 olsun. Onda bu x-in yerində nə olmalıdır? 58-dən 32-ni çıxıram 26. Sonra düşünürəm ki, əvvəl 30 idi bu x-in yerindəki ədəd. Mən indi istəyirəm ki, bu x-in yerindəki ədəd 26 olsun deməli. Çünki 26 onda şərtimə. Deməli mən o 30-u 4 vahid azaldıb 26 eləməliyəm və buradan cavabım çıxır ki, 4 vahid azaltmalısan. Hardadır? C bəni tezdən seçdim. Amma bu boyda həngamədənsə qaydaları su kimi bilirik. Daha bundan sonra ədəd qoymayacağam. Yaxşı? Çox vaxt getməsin deyə. Çünki qaydaları öyrənmişik. Mən yenə də ürəyimdə qalır deyə göstərirəm. Bu mövzu izahında da göstərmişdim onsuz da. Keçdik 215-ə. Deyir, azalını 32 vahid, çıxılanı 20 vahid azaltsaq, fərq necə dəyişər? Yəni də çıxma əməlini mən bilirəm.
Əvvəlki çıxma əməlinin cavabı neçə idi bilmirəm. Bunu hər hansı bir f ədədi desəm, azalanı 32 vahid azaldıblarsa, azalanın başında 10 çıxırsa, fərqin başında eyni 10 çıxır da. Yəni bu fərqi göstərən ədəd f ədəddə 32 vahid azalacaq. Çünki azalanı 32 vahid azalmayıblar, azaltmaq. Fərq də 32 vahid azalacaq. Sonra çıxılanı 20 vahid azaltmayıblar, ikisini 20 vahid azaltmışlar. Çıxılanı 20 vahid azaldı, tərsinə reaksiya verir. Bu dəfə 20 vahid artacaq fərqim. Azalmaq yox, artacaq, tərsinə reaksiya. Yəni artacaqsa üstə gəl 20. Və buradan da bunu sadələşdirirsən, mənfi 32, müsbət 20. Bazı dərslərimizdə mənfi müsbət toplanmasını da bilirik. Mənfi 32 ilə müsbət 20-yi toplayanda modulca bölün modulundan modulca ikisinin modulunu çıxır. Yəni ki 32-dən 20 çıxır, cavab olur 12. Və modulca bölün işarəsi mənfi 32, mənfini qoyuram bura. Yəni əvvəl fərqini göstərən f ədədi boş f idisə, indi f çıx 12 oldu. Yəni ki 12 vahid azaldı. Deməli 12 vahid azalar cavabını axtarıram da buradan. Hardadır? C bəndində. 215-ci testin cavabı da oldu ki, azalanı 32 vahid azaltsın, çıxılanı da 20 vahid azaltsın. Fərq 12 vahid azalar. Buradan gördük ki, f idi, f çıx 12 düşdü. Bu dillərini eləyəndən sonra. Keçdik 216-ya. 216. Hardadır? Hə, 216. 216 göy sual nədir? Deyir ki, iki ədədin fərqi 32-dir. Azalanı 12 vahid artıb, çıxan 4 vahid azaltsaq, azalan çıxılan 3 dəfə böyük olar. Əvvəlcə azalan neçə idi? Çətin görsənməsin sizə. Baxın, azalandan çıxılandan danışırıq ki, qeydlərimizi aparaq. Birinci ədədimiz azalandır, ikinci ədədimiz çıxılan olur da, düzdür. Azalan çıxılandan normalda böyük olur da, yəni siz 40 çıx 12, düzdür. Böyükdən kiçik çıxır da, təbii ki, kiçikdən böyük də çıxma olur, mənfi cavab alınır, amma burada böyükdən kiçik çıxmaq nəzərdə tutulur. Çünki cavab 32 müsbət 32 alınıbsa, deməli böyükdən kiçik çıxır ki, cavab müsbət alınır. Yəni mənim azalanım böyükdür. Və iki ədədin fərqi 32 deyirlərsə, iki ədədin fərqi 32 deyirlərsə, deməli bu o deməkdir ki, bir ədəd digərinə 32 vahid böyükdür. Yəni bizim fərqimiz 32 isə deməli aramızda fərq bu deməkdir. Hələ Azərbaycan dilində də var da, fərqi real qalsın bir var. Fərq, boy fərqimiz. Yəni mən səndən hündürəm. Düzdür? Burada da iki ədədin fərqi 32 isə deməli bu ədədlərdən biri o birisindən 32 vahid böyükdür. Yəni mən bunun balacasına x desəm, çıxılan təbii ki balacadır, azalan böyük olur, bəli ona görə deyirdim. Bu x üstəgəl 32 olacaq. Yəni ki biri digərinə 32 vahid böyükdür. Yəni bu x isə o x üstəgəl 32-dir. Təbii ki çıxılan balaca olur, azalan böyük olur. Çünki böyükdən kiçik çıxanda ancaq müsbət 32 cavabını alarsan. Bunları bu cür yazdım. Bax özü deyib də mən iki ədədin fərqi 32-dir, mən də yazdım. Sonra yenə deyirəm, məsələyə giriş nəyə qorxmayın. Bax dediyini qeyd apardım. Qeyddən sonra özü məni həllə aparır. İtələyir məni ki, get həll elə Rasim. Bax deyir ki, azalanı 12 vahid artırıblar. Deyirəm, yaxşı. Azalanı bu dövr x plus 32. Bu hər nə ədədsə x plus 32, bunu 12 vahid artırdı. Deyirlər, 12 vahid artırdım. Sonra özü dili ilə deyir ki, çıxılanı 4 vahid azaltsaq. Çıxılanı bu dövr x. Çıxılanı da x-dir, bunu da 4 vahid azaltsaq. 4 vahid azaltdım. X-dən 4 çıxdım. Hər nə ədədsə bunu 4 vahid azaltdım. Deyir ki, azaltsaq, azalan çıxılandan 3 dəfə böyük olar. Bu solda yazılan ədəd sağdakidən 3 dəfə böyükdür. Yəni bunlar bir-birinə bərabər deyil ha hələ ki. Bu böyükdür 3 dəfə. Onda bunu 3-ə vurmayacaq. Bu olsun böyükdür. Bunlar bərabərləşsin istəyirəmsə, təbii ki, balacanı 3-ə vuracağam. Buradakı böyükdür, buradakı balacadır. Bu 3 dəfə böyükdür. Onda mən bunu 3 dəfə artırsam, bu 3 dəfə böyükdür. Axı gəlib buna çatar və bərabərlik yaranar və İslam tənliyin quruldu. Qaldı bu tənliyi həll etmək. X üstə gəl 32 ilə 12 toplayanda 44. Bunu da paylama qanunu öyrənmişik bazı dərslərimizdən çox rahat şəkildə. 3x-ə vuram 3x. Çıxılsın 3-ü 4-ə vuram 12. Sonra bərabəri yazdım. Bərabərin sağındakı 3x qalır öz yerində. Bərabərin solundakı bu x-i də götürürəm sağa. Soldan sağa keçir üçün mənfi x olur. Müsbət x idi, işarəsini dəyişir. Bu bərabərin sonundakı 44 də qalır öz yerində. Yenə də solda yazıram da. Bərabərin solda, yenə solda. Bərabərin sağındakı bu mənfi 12-yi də çəkirəm o yanına. Yəni ki, bərabərliyin soluna. Bax, burada bərabərliyin sağında idi. Çəkəcəm, indi bərabərliyin solunda. Bax, burada yazacağım. İşarəsini dəyişsək mənfi 12 olacaq. Üstə gəldi 12. 44 ilə 12 toplayanda 56. 3x-dən 2 çıxanda 2x. 2 vur x 56-dırsa x nəyə bərabərdir? Təbii ki, 56-nı 2-yə böləcəm 28. X-imi tapdım 28. İndi burada 28 cavabını yaxşı ki variantlarda yazmırlar. Yazsalar götürməyin də həmişə. Həll edəndən sonra gəlin bir də suala baxın, nə soruşmuş idi ki, əvvəlcə azalan neçə idi? Əvvəlcə azalan bu deyildi. Bax bu azalan. Sonra başına oynaşdırdı, deyirlər 12 vahid artır. Əvvəlki azalan bu idi da. Sən də x-i 28 tapmamısan, bəli. X-i yəni 28-i qoysan, 28 32 neçə 60. Deməli əvvəlcə azalan 60 idi. Yəni 216-cı testin cavabı oldu yer bəndi. Çətin idi bu sual? Məncə yox. Yəni 217-yə baxın, onun oxşarıdır. Özünüz eləməyə çalışın, sonra izaha da baxın. Videonu saxlayıb özünüz həll eləməyə çalışa bilərsiniz. Hə, keçdik 217-yə. 217-də də onun kimidir ki, iki ədədin fərqi 30-dur. Təbii ki, yenə də azalan çıxılandan söhbət gedir. Və yenə də eyni məntiqlə fikirləşirəm ki, iki ədədin fərqi 30-dursa, birisi o birisindən 30 vahid
böyüdür. Yəni balacasına çıxılana x desəm, azalanım x plus 30-dur. Yəni ki, çıxılandan 30 vahid böyüdür. Və sonra yenə deyir ki, özü azalanı 10 vahid artırıblar. Azalanı bu idi x plus 30. Bunu 10 vahid artıram, yəni üstünə 10 gələm x plus 30-un. Sonra özü dedi ki, çıxılanı 5 vahid azaldıblar. Çıxılanım x idi. X ədədində 5 vahid azaltdım. Deyir, azaldandan sonra nə yazıb? Azalan çıxılandan 4 dəfə böyük olur. Yəni ki, bu solda yazılan sağdakindən 4 dəfə böyükdür. Bu böyükdür. Bu balacadır. Onda bu balacanı 4 dəfə balacadır axı bu. Bu 4 dəfə balacanı 4 dəfə artırmalıyam ki, gəlsin azalana çatsın bu böyükdür. Və bunlarda bərabərlik yaransın. Bu tənliyim yarandı. Bu tənliyi də həll etmək heç nədir? X üstə gəl 30 onu toplayanda olur 40. Paylama qanunu açıram yerində bunu. 4x-ə vuranda 4x. Çıxılsın 4-ü 5-ə vuranda 20. Yenə də soldan sağa keçir x, çıx x kimi. 4x-dən x çıxanda 3x. Mənfi 20 bərabərliyin sağından soluna keçir işarəsini dəyişib. Üstə gəl 20 kimi. 40 ilə 20 toplayanda 60. 3 vur x 60-a bərabərsə, buradan x tapmaq üçün nə etməliyəm? Hasil, yəni cavabı digər vurğa bölməliyəm. 63-ə böləm 20. X-ini tapdım 20. Yenə də gəlib sualıma baxıram, tələsmirəm. Ən axırıncı sualı. Əvvəlcə azalan neçə idi? Əvvəlcə azalan bu idi. Bax, azalan x plus 30 demişdim. X-i 20 tapmışam, qoydum yerinə. 20-nə 30 toplayanda. Deməli, əvvəlcə azalanımız 50 idi. 217-ci testin cavabı da oldu. C bəndi. Silək lövhəni keçək 218-ə. Bu da 10 kimidir deyirsən. Bir daha baxın. Bəli. Yenə də iki ədədin fərqi 50-yə bərabərdir. Yenə də bax, azalan və çıxılandan söhbət gedir. Ona görə azalan və çıxılan qeydimi aparıram. Bunların fərqi 50-dirsə, balacasında x desəm, böyüyü onun 50 vahid böyüdür. Yəni x plus 50-dir. Sonra deyir, azalanı 25 vahid azaldıblar. Onda azalanı x plus 50-dir də. Bunu 25 vahid x plus 50 ədədini 25 vahid azaltdım. Çıxılanı 10 vahid azaltsaq deyir. Yox. Burada heç tənlik qurmağa ehtiyac yoxdur. Bu başqa tip sualdır. Üzr istəyirəm. Axır kimi oxumamışdım sualı. Deyir ki, ədədin fərqi 50-dir. Fərqi mənə verib açıq-aşıq ki 50-dir. Və burada artıq öz qaydamızdan istifadə edəcəyik. Çünki deyir ki, azalanı 25 vahid azaldıblar. Və mən də bilirəm ki, azalanın başına oyun açılırlarsa, fərqin də başına eyni oyun açılır. Yəni bunların fərqi 50 idi axı. Azalanı 25 vahid azalırlarsa, mənim fərqim buydu da. Fərq də 25 vahid azalır. Sonra deyirlər ki, çıxılanı 10 vahid azaltsaq, tərsinə reaksiya verir, çıxılanın başına oyun açanda. Yəni bunu 10 vahid azaldıblarsa, mənim fərqim əksinə 10 vahid artacaq, plus 10. Bunu azaldıblar, amma mən plus 10 yazdım tərsinə. Və hesabda ki, fərq neçə olar, tapdım da artıq. Fərqim, bax, azalanı 25 vahid azaltdılar, 25 vahid azalır, fərqim olsa 50 olduğunu bilirdim. Özü mənə demişdi. Çıxılanı 10 vahid azaltdılar üçün 10 vahid artır. Görək neçə edir? 50 çıx 25, 25 sonra 10 gəlində 35. Mən fərq neçə oldu? 35, 218-ci testin cavabı da oldu A bəndi. Deməli, sualı axıra kimi oxumaq lazımdır. Mən özüm də hərdən tələsirəm. Amma mənə həmişə məsləhətim nə olur? Bilirsiniz məsələlərdə. Birinci məsələni başına ağa kimi tam oxuyun, sonra analiz edin. İndi mən özüm tələsdim, birbaşa əvvəldən axırına baxmamış başladım yuxarıda kimi tənlik qurmağa. Amma əvvəldən axıra kimi oxuyanı bax ona görə deyirəm. Adam başa düşür, söhbət nədən gedir. Sonra ona uyğun bir plan hazırlayır. O plana uyğun qeydlərini daha düzgün aparır və çıxış yolunu tapa bilir. Həmişə birinci tam oxuyun, tələsməyin. Mən özüm bu məsləhəti verirəm, bu dəfə tələsdim. Amma tələsmək lazım deyil. Hər dəfə nə olur olsun, birinci məsələni tam oxuyun, sonra hissə-hissə oxuyub qeydlər aparın. Amma tam oxuyanda artıq beyninizdə nə yol gedəcəyiniz oturuşur və o qeydlər də ona uyğun aparır. Məsələnin içindən çox rahat çıxa bilirsiniz. 219 nə deyirdi? Deyir ki, ədədin cəmi 85-ə bərabərdir. Axırı kimi oxuyacağım bu dəfə. Toplanılan hər birini 23 vahid artırsaq, cəm neçə olar? Çox asan. 2 ədədin cəmi 85-dir, özü mənə veriblər. 85, 85. Və mən də qaydamdan bilirəm ki, toplanın neçə vahid artırsan, cəm də o qədər artır. Yəni, başına oynatsan, eyni oynatılır. Burada toplanan hər birini 23 vahid artırırlar. Yəni, bir toplamı 23 vahid artırırlarsa, mənim cəmim 23 vahid artır. Digərini də 23 vahid artırırlar axı. O da 23 vahid artır. Çünki toplanan hər birini deyir və 2 dənə ədəd deyir. Deməli, 2 dənə toplanım var. Hərəsini 23 artırırlarsa, hərəsinə görə 23 vahid mənim cəmim artır. Yəni, burada cavabım artıq hazırdır da. 85-in üstünə 23 gələndə 108, üstündə 23 gələndə 131 eləyir. Cəm neçə olar demişlər? 131, yəni A bəndi. Sildim, bunu da keçdik 220-yə. Yenə də oxuyum qoy axıra kimi. Toplananların hər birini 5 dəfə artırda cəm necə dəyişər? Tələsməyin. Plus 5 yazmayın. Diqqətli baxın. 5 dəfə deyib. 5 dəfə. O qayda 5 vahid artıranda o da 5 vahid artır. 3 vahid bil, amma dəfə deyib. Dəfə deyəndə əslində çətin deyil. Bunun cavabı hələ 5 dəfə olacaq. Amma məntiqini göstərirəm. Bax, 2 dənə toplama əməli deyil. Birincisi neçədir bilmirəm, ikincisi neçədir bilmirəm. Amma bunları toplayanda hər hansı bir cavab alınır. Tutaq ki, C ədədi alınır. A-na B-ni toplayanda C alınır. A nədir, B nədir bilmirəm, amma toplayanda C alınır. Yaxşı.
Və toplanan hər birini 5 dəfə artırılmaz. Bunun məntiqi budur. A-nı 5 dəfə artırıb eliblər 5A, B-ni 5 dəfə artırıb eliblər 5B. 5A ilə 5B indi bu dəfə mən toplasam neçə alınacaq? 5A plus 5B-dir. Bunlar hər ikisinin ortaq vurulu 5 olduğu üçün 5-i ortaq vurulu kimi mötərizə xaricdən çıxarsa mötərizə içində A plus B qalır. Bunların hamısı bazı dərslərimizdə öyrənmişik. 5 çıxırsa bayra mötərizə içində 5-ləri yazmıram da A plus B-ni yazıram. Çünki 5-i A-ya vuranda 5A-nı verir, 5-i B-yə vuranda 5B-ni verir. Bunu bilirəm. Deməli 5 bunların hərəsini 5 dəfə artıranda bunların cəmi bu formaya düşdü. Və mən buradan A plus B-nin C-yə bərabər olduğunu bilirəm axı. Onda burada A plus B-nin yerini silib C yaza bilərəm. Çünki A plus B ilə C-yə bərabərdir. Yəni bunları 5 dəfə artıranda mənim cavabım 5 vur C oldu. 5C. Amma əvvəl cəmi C idi, indi 5C oldu. Düzdür? Nə oldu? C 5 dəfə artdı da 5 vur C nə deməkdir? C-ni 5 dəfə artırmışam da. Yəni mənim cəmim 5 dəfə artar cavabını götürür. Bununla da işimiz bitdi. Və siz ədəd də qoyub yoxlaya bilərsiniz. Problem yoxdur. Hər hansı bir toplama əməli yazarsınız. Məsələn, 2 üstə gəlir 3 neçə eləyir? 5. Sonra toplama hər birini 5 dəfə artırarsan, 2-ni 5 dəfə artıranda 10, 3-ü 5 dəfə artıranda 15, 10-la 15 toplamda 25 və görürsən ki, cəm əvvəl 5 idi, indi 25 oldu. Yəni ki, 5 dəfə artdı. Bu cürdə açıq-aşkar görə bilərsiniz. 220 idi, bu keçdi 221-ə. Deyir, 2 ədədin bir dənə dəqiqəyə də baxın. Hə, 20 dəqiqədir. 2 ədədin fərqi 85-ə bərabərdir. Azalanı 30% artırıb çıxılan 20% azalsaq fərq nəyə bərabər olar? Bu bizim üçün heç nədir. Yenə də bax, fərqin 85 olduğunu verib. Deyirəm, əla. Və yenə də öz qaydamız var da, azalanı 30% artırıblarsa, azalanın başına oynatırsansa fərqin də başına, fərq bu da 85 özü göstərib də, mən ədəd kimi bu. Azalanın başına nə oynatırsansa, fərqin də başına eyni oynatırsansa, azalanı 30% artırıblarsa, bu fərq də 30% artacaq. Çıxılana tərsinə, çıxılanı 20% azaldıblarsa tərsinə, fərq 20% artacaq, bunun tərsi olacaq. Yəni ki, 20% artacaq, plus 20. Orada azalma demişlər, biz artırdıq. Deyir, fərq nəyə bərabər olar? 5 bunun cavabı bizim fərqimizin cavabıdır artıq. Çünki fərqimin başına oynaşdılar və bu formaya düşdü. 85 ilə 30, 115 üçün 20 gələndə 135 hardadır? A bəndində. Bu da bizim üçün asan sual idi. Çünki qaydalar su kimi öyrənmişik. Keçdik 222-yə. Məsələni axıra kimi oxuyayım. Azalanı 12% artırdıq. Fərqin dəyişməməsi üçün çıxılanı necə dəyişmək lazımdır? Yenə də qaydanı bilirəm. Fərqə biz F deyirik də, düzdür normalda. F. Azalan çıxılan fərq. Buna bir də F ədədi ilə işarə edeyim. Və deyir, azalanı 12% artırıblar. Onda azalanı 12% artırsalar, mənim fərqim nə olacaq? Azalanın başına nə oynatılırsa, fərqin başında eyni oynatılır. Yəni, bu 12% artırsa, mənim fərqim də 12% artacaq. Bu F idi. Oldu F üstə gəl 12, yəni 12% artdı. Sonra deyir ki, fərqin dəyişməməsi üçün mən istəyirəm ki, bu fərq tezdən F olsun. F plus 12 olub, amma dəyişməməsini istəyirəmsə, əvvəl F idisə, gəl də F qalsın istəyirəm də. Deyir, dəyişməməsi üçün çıxılan necə dəyişmək lazımdır? Mən də baxıram, əgər ay Rasim, sən bunu istəyirsənsə ki, bu tezdən F olsun, deməli, bu 2 yoxdur, F üstə gəl 12, bu 12% azalmalıdır. Bu 12% azalmalıdır, onda mən çıxılan başına nə oyun açsam fərqimi 12% azaldar? Tərsinə reaksiya verək, çıxılanda bilirdik. Yəni, mən bunun 12% azalmasını istəyirəmsə, çıxılanı 12% artıracağım. Çünki çıxılanı 12% artıranda bu azalır, tərsinə reaksiya verildi. Ona görə sualımın cavabı buradan çıxır ki, sən çıxılanı 12% artırmalısan. Çünki 12% artırsan, bu 12% azalacaq və 12-lər geçəcək, işini dayayacaq. Artıranın tərsinə reaksiya verir burada. 12% artırmalıyam hardadır? 12% artırmaq A bəndində. 222-nin də cavabı olur A bəndi. Keçdik 223-ə. Deyir ki, 2 ədədin cəmi 39-dur. Toplardan birini 12% artırıb, digərini 16% azalsaq, cəm neçə olar? Çox asan. Bu da adi qaydamızla. Cəmi açıq-aşkar verib, mənə ki, cəm 39-dur. Mən də bilirəm ki, toplardan birini 12% artırıblarsa, cəm də 12% artır. Yəni, cəmi 39 idi, bu da 12% artdı. Digərini 16% azaldıblarsa, cəm də 16% azalır. Çünki toplamanın başında nə açsın, cəmin də başına eyni oyun gəlirdi. Və salam. Deməli, cəmi düşdü bu formaya. Birisinə görə 12% artdı, birisinə görə də 16% azaldı. 39 12 51, 51 16 çıxanda 35. Yazmış ki, azalsaq cəm neçə olar? 35 olar. 35 hardadır? D bəndində. 223 ilə də işimiz bitdi, keçdik 224-ə. 224 bu üstədir, hə? 224. Görsənə də rahat. Hə, 224-də nə deyir? Oxuyuram sizin üçün. Deyir, 2 ədədin fərqi 840-dır. Azalanın 100-lüyünü 3% artırıb, çıxılan 10-luğunu 6% azaltsaq, azalan çıxılandan 5 dəfə böyük olacaq. Azalanın ilkin qiymətini rəqəmləri cəmi tapın. Tam oxudum məsələni və uzun cümlə var orada. O uzun cümlə bizi biraz çaşdırır. Çaşdırırsa nə edəcəm? Rahat diqqətlə o cümləni təhlil edəcəm. Heç qorxuram mən. Azərbaycanca bilirəm. Riyazi bazamda normaldır. Niyə qorxuram? Girişdən tapacağam. Heç qorxuram. Beynimi biraz gücə verim.
Bu iki ədədin fərqi 840-dır. Bu hissəsi asandır mənim üçün. Bu heç bunu başa düşdüm. Bu cümlə mənə çətin gəlirdi güya. Azalanın yüzünü 3% artırıb. Bir dəqiqə mən bunu bilirəm. Azalanın yüzünü 3% artırmaq o deməkdir ki, azalanı 300% artırdım da. Yəni 3 dənə 100-lük artırmaq 3 dənə 100 idi. Bunu əvvəlki sual 3 dənə 100 artırdım. Yəni ki 300 artıb. Təməl. Bunu başa düşdüm hələ ki. 100% artırıb 10-luğunu 6% azaltsaq, hə 6 dənə 10 azalacaq, çıxartmış yazıyıq. Bir azalan çıxılandan 5 dəfə böyük olacaq. Hə, azalan çıxılandan 5 dəfə böyük olacaq. Deyirəm 1 dəqiqə. 1 dəqiqə. Mən bura azalanla çıxılanı qeyd edeyim. Mən bu azalanla çıxılanın nə olduğunu bilmirəm. Amma buradakı bu cümlədən başlayayım. Çünki mən necə təhlil edirəm, sünnə bir yerdə təhlil edirəm. Məsələləri sünnə bir yerdə baxıram ümumiyyətlə mən. Yeni kitabın məsələni sünnə bir yerdə baxıram ki, ağlıma nə gəldi, necə düşündümsə sizə ötürə bilim. Çünki ən vacib şey düşünməkdir, əzbər yol deyil. Necə düşündüyümü görəsiniz deyə. İki ədədin fərqi 840-dırsa, deməli, bayaq demiş kimi, ədədlərdən biri o birisindən 840% nədir? Bəli, böyükdür. 100%. Arasında 840 fərq var da, hansında 840% böyükdür və ya kiçikdir, fərqi yoxdur. Biri 840% böyüksə, o biri 840% kiçikdir. Böyük demək mənim üçün daha rahatdır. Ona görə bacısı çıxılan oldu. Mən çıxılana x desəm, azalan nə olacaq? X üstə gəl 840. Düzdür? Azalan çıxılandan böyük olur. Yəni bu ondan 840% böyükdür. Bu cümlədən bunu götürdüm. Sonra gəldim bura. Mən deməmişdi azalanın yüzlüyünü 3% artırıb, çıxılanı, yox, burada çıxılanı deyib, 10-luğunu 6% azaltsaq, deyirəm bir dəqiqə. Əgər sən azalanın yüzlüyünü 3% artırırsansa, mənim azalanım budur da, x plus 840 yazdım bura. Bu o deməkdir ki, 3 dənə 100 artırdın sən azalanın üstünə. Yəni ki, 300 artırdın. Azalanım bu ədəd hər nə ədəddirsə, bu 300 artdı. Bunu artırdım. Azalanımı 300 artırdım. Sonra deyirsən, çıxılanın 10-luğunu 6% azaldıblar. Çıxılan da x idi da, hər hansı bir ədəddir. Bunun da 10-luğunu 6% artırdılarsa, deməli 6 dənə 10-luq bundan azalıb. 6 10-luq nə deməkdir? 6 vur 10-da, yəni 60% azalıb. Deyirəm, əla, bu ədəd hər nəsə bundan 60% azalıb. Və bundan sonra demirsən ki, 6% azaltsaq, azalan çıxılandan 5 dəfə böyük olar. Bax, bu azalandır, bu çıxılandır. Bu azalan çıxılandan 5 dəfə böyükdür. Bunlar hal-hazırda bir-birinə bərabərdir. Bu 5 dəfə böyükdür. Bu 5 dəfə balaca da. Bu 5 dəfə balacadırsa, balacanı 5 dəfə böyüdərəm ki, gəlsin buna çatsın. 5 dəfə balacaydı axı bu. Gəlsin buna çatsın və bərabərliyi rahat qoya bilir. Deyirəm, əla, tənliyim hazırdır. Bu tənliyi həll etmək mənim üçün işlədir. X üstə gəl 840 ilə 300 toplananda olur 1140. Bərabərdir. Buradan paylama qaynına vurub başlayacağım. 5x-ə vuranda 5x, çıxılsın 5-ə 60-a vuranda 300. Çox əla. Sonra bu x-i atacağım 5x-in yanına çıx x kimi keçəcək. 5x-dən x çıxanda olur 4x. Bu mənfi 300 bərabərin sağdan soluna atacağım. Üstə gəl 300 kimi gələcək bura. 1140-ın üstünə 300 gələndə olacaq 1440. Buradan da x tapmaq üçün 4 vur x bərabər 1444. X tapmaq üçün hasili digər vurğuğa bölürəm. 4 vur x bərabər 1440 idi. Hasil yəni cavabı digər vurğuğa bölürəm. 1440-ı da 4-ə böləndə cavab verir 360. X-imi tapdım 360. Deyirəm, əla artıq. Sualı ver mənə indi. Gələm suala baxıram. Deyir, azalanın ilkin qiymətinin, deyirəm, bir dəqiqə. Azalanın ilkin qiyməti bu idi. Bu da başına oyun asılmış şəkli idi. Demişlər 3 dənə 100 zat. Bu mənə lazımdır. İlkin qiyməti budur. İlkin qiymətini mən tapa bilərəm çünki x-i 360 tapmışam. X-in yerinə 360-ı qoyuram. 360 ilə 840 toplayanda neçə edir? 1100, 1200. Azalanın ilkin qiymətini tapdım. Hə, sözlüdür. Bir azalanın ilkin qiymətinin rəqəmləri cəmi tapdım. Bu nə var? Buradakı rəqəmləri toplayacağam. Neçə edir? 3 də. Yəni 224-ün cavabı oldu. B bəndi. Ümid edirəm ki, başa düşdünüz. Buna oxşar bir dənə də sual olsa qəşəng olardı. Yəni bu çətin görsənən bir cümlə idi, amma bizim üçün o qədər çətin olmadı. Düzdür? Ümid edirəm ki, hamımız üçün. Əvvəl çətin görsənirdi, amma məsələnin içinə girəndən sonra gördük ki, çətindir. Bax 225-ə baxıram. Yenə də ki, azalan yüzlük mərtəbə rəqəmini 2% azaldıb, onluq və təklik mərtəbə rəqəmini 5% artırıb, çıxılan onluq mərtəbə rəqəmini 4% artırıb, yüzlük mərtəbə rəqəmini 1% azaltsaq fərq necə dəyişər? Bu əslində tam oxuyandan sonra gördüm ki, bu bir sünəyə oxşayır. Azalanı 30% artırıb, çıxılanı məsəl üçün 20% azaltsaq fərq necə dəyişər sualdır da. Burada qeyri-adi heç nə yoxdur. Sadəcə cümləni güya bizim çətinləşdirib uzun ediblər. Mən də bunu artıq su kimi öyrənmişəm. Sizinlə bir yerdə öyrənmişəm. Mən heç qorxursan, mənim. Fərq necə dəyişər demirsən. Əvvəl bu çıxma əməlinin cavabını hər hansı bir f dedim. F. Düzdür? Düzdür. İndi gəldim bura. Əvvəlki cavabı f idi. Görün bunlardan sonra o fərq necə dəyişir. Çünki mənim soruş fərq necə dəyişər. Çox rahat oxuyuram. Deyir ki, azalanın yüzlük mərtəbə rəqəmini 2% azaldıblar. Azalama bir də hər hansı bir A ədəd desəm, hələ ki o f orada qalsın. Azalama hər hansı bir A ədəd desəm, bunun yüzlük mərtəbə rəqəmini 2% azaldıblarsa,
Deməli mənim ədədimi 2 dənə yüzlük azaldıblar. Çünki bax yüzlüyü 2 dağıdıblar. Yəni ki 2 dənə 100 azaldıblar. Yüzlük 2 vahid. Yəni 2 dənə 100 azaldıblar. 2 dənə 100 də 200 deməkdir. Yəni azalım əvvəl A-sə indi oldu A çıxılsın 200. Sonra deyir ki, onluq və təklik mərtəbə rəqəmini 5 vahid artırıblar. Deməli onluğunu 5 vahid artırıblarsa 5 dənə 10 artırıblar, yəni 50. Təkliyini də 5 vahid artırıblar da. Deməli 5 dənə tək, yəni ki 1. 5 dənə 1 artırıblar, 5 vur 1 deyir 5. Və buradan da mən açıq-aşkar görürəm ki, bu 55-dir də. Mənfi 200 ilə 55-i toplayanda, o A qalsın azalan. Mənfi 200 ilə müsbət 55-i toplayanda, molduza bölün molduna, moldu ikisinin moldunu çıxıram. Yəni 200-dən 55-i çıxıram, cavab olur 145 və molduza bölün işarəsi mənfi oldusu mənfini qoyuram bura. Yəni mən buradan açıq-aşkar gördüm ki, azalan 145 vahid azalır. Bu boyda həngamə var ha, bax. 5 vahid artır. Bax bu boyda həngamə. Bu boyda həngamənin yerində bu demək istəyib ki, azalanı 145 vahid azaldıblar. Çünki ayda açıq 145 olması düşdü də bu deyilənlərdən sonra. Bu nə deməmişdi? 2-dən 100 mərtəbəsini artırıblar 200, nə bilim, onluğunu 5 vahid artırıblar 50, təkliyini 5 vahid artırıblar 5. Bunları yazandan sonra gördüm ki, azından əslində 145 vahid azalıb. Bu pozunu məni çaşdırmaq istəyir cümlələrinə və ya uzun cümlələrə. Çetin deyirək, mən Azərbaycan bilməm, riyazi bazamda var. Məni ilə qorxuzursan? Deməli, azalanımı 145 vahid azaldanda mənim fərqim də nə olurdu? Fərqim əvvəl F4-dür. Fərqim də 145 vahid azalır. Çünki mən bilirəm ki, azalanın başına nə oyun açmısansa, fərqin də başına eyni oyunu açmalısan. Bu 145 azalmamışsınız, mənim fərqim də 145 azaldı. Fərq burada. İndi gələm çıxılan üçün gömləyiniblər. Deyir ki, çıxılanın hansı bir C deyim, burada deyim C. Deyir, çıxılanın onluq mərtəbə rəqəmini 4 vahid artırıblar. Onluğunu 4 vahid artırıblar. Deməli 4 dənə 10 artırıblar, yəni ki 40. Çıxılan 40 vahid artdı. Sonra ki, yüzlük mərtəbə rəqəmini 1 vahid azaltdılar. Yəni ki, bir dənə 100, yüzlüyün birisini də bir dənə 100 azaldıblar. Deməli, bir dənə 100, 1 vur 100, 100 deməkdir. Və buradan da baxıram ki, çeyizdən yazdım bunu, biraz sadələşdirəm də. Müsbət 40-dan 100 çıxan neçə eləyir? Mənfi 60 eləyir, uzatmıram. Bunu bir artıq bazı dəstəmizə öyrənmişik. Yəni ki, çıxılan çıx 60 formasına düşdü. Deməli, mən buradan gördüm ki, bu boyda həngamə var idi. Buradan başlayır, gedir burayla və burayla və azaltsaq bu sözə kimi. Bu əslində demək istəyir ki, bu boyda uzun şeydir. Çıxılanı 60 vahid azaldıblar. Çünki çıxılan onluq mərtəbə rəqəmi 4 vahid artırıblar, yəni 40 artıb, 4-dən 10. Yüzlüyünü 1 vahid azaldıblar, yəni ki, bir dənə 100 azalıb. Bu o deməkdir ki, çıxılandan 60 azalıb da, 40 gəlib də sonra 100 çıxıblar. Yəni ümumilikdə 60 azalıb. Yəni sən demək istəyirsən ki, çıxılanı 60 vahid azaldıblar. Bunu demək istəyirsən. Deyirəm, elə bunu belə de də, çıxılanı 60 vahid azaldıblarsa fərqin başına nə olur? Tərsinə reaksiya verir. Çünki çıxılanın tərsinə. Yəni sən bunu 60 azaltmısansa, mənim fərqim 60 artacaq. Üstə gəl 60 yazdım. Bəssən. Fərq necə dəyişər? Tapdım da cavabı şey. Nə olacaq burada? Fərq mənfi 145 ilə müsbət 60. Molduza bölün moduluna, moldu ikisinin modulunu çıxıram. 145-dən 60 çıxıram, olur 85. Və molduza bölün işarəsi mənfi olduğu üçün mənfini yazıram bura və fərqim bu formaya düşdü. Fərqimə əvvəl F demişdimsə, indi F çıx 85-dir. Yəni ki, fərqimi 85% azaltdım. Yəni ki, fərqim 85% azaldı. F çıx 85-dir, yəni F 85% azaltdı. Bunun cavabı A bəndi imiş. İndi mən yenə deyirəm, izah verirəm deyə uzun gəlir. Amma əslində bu cümlələri rahat təhlil edəndə daha sürətli şəkildə mənim izahımdan bir 3 dəfə, 5 dəfə daha az zaman kəsiyində bu sualın cavabını tapa bilərsiniz. Əsas ki, başa düşün və özünüz də belə suallara çıxanda tətbiq eləməyə çalışın. Mən deyim kimi özünüzə qaz verin, yaxşı mənada qaz. Azərbaycancadır cümlə, Azərbaycancadır. Bizim riyazi bazamız var, artıq formalaşdırmış əvvəl kimi deyil, var. Mən bu cümlələri oxuyub başa düşə bilərəm və riyazi bazamda ora qoyub tətbiq eləyə bilərəm. Ən azından yarıya kimi gedə bilərəm. Yəni sıraz qırağı atmayın, girişin. Girişin, baş sındırın, sonra izaha baxanda sizə daha yaxşı gələcək. Çünki sən orada nəsə fikirləşirsən, ayda, mən bura qədər fikirləşdim, burasını fikirləşmədim deyəndə o daha yaxşı yadda qalır. Amma sən biraz baxıb üçün gedim izaha baxım deyəndə, izahda sənə rahat gəlsə belə yadında qalmır. Çünki sən onun üçün əziyyət çəkməmisən. Amma əziyyət çəkəndə izahla da birləşəndə o yaxşı yadda qalır. Hələ üstəlik izahı saxlayıb bitəndən sonra gedib o sualı tezdən işləyib tezdən özünə izah verirsinizsə, daha ömür boyu sən yadından çıxmaz. Keçdik 126-ya. Nəsə uzun-uzadı bir şey var. Gəlin birinci oxuyaq. Azalanın təklik və yüzlük mərtəbə vahidlərinin sayını 4 vahid azaldıb, onluq mərtəbə vahidlərinin sayını 7 vahid artırıb, çıxılanın onluq və minlik mərtəbə vahidlərinin sayını 3 vahid artırıb, yüzlük mərtəbə vahidlərinin sayını 8 vahid azaltsa, fərq rəqəmləri müxtəlif, ən böyük 4 rəqəmli tək ədədinin 2 misli olar. Əvvəlcə fərq neçə idi? Bayaqkindən biraz fərqlidir, görürsünüz. Bayaqlar, çünki deyir ki, fərq necə dəyişər, o tipləri başa düşdüm, çünki məntiqini tutmuşdum. Bunu hələ məntiqi tutmamışsınız. Bir dənə tezini oxuyaq. Azalanını neysə artırılı azaldı. Bunu başa düşdüm. Bu heç. Çıxılan da onu artırsaq,
Ne deyib? Yüzlük mərtəbə validlərin sayını 8. Oxudum, biraz başa düşdüm. Bax, nə deyəcəm? Bax, azların başına oyun açırlar. Bax, bizim əvvəlki fərqimiz neçədir bilmirəm. Bizdə axırda əvvəlcə fərq neçədir, onu soruşurlar da. Əvvəlki fərqimiz hər hansı bir x deyim hələ belə. Əvvəlki fərq x-dir. Axırda bu x-in cavabını tapsam, bu əvvəlki fərqi tapmış olacağam. Əvvəlki fərqimə x deyirəm. İndi bu azların başına oyun açırlar. Deyir ki, azların təklik və yüzlük mərtəbə validlərin sayını 4 vahid azaldıblar. Yəni, azların hər hansı bir a ədədi idisə, harada yazın, burada yazın, hər hansı bir a ədədi idisə, təklik və yüzlük mərtəbə validlərini 4 vahid azaldıblarsa, deməli 4 dənə təklik azalıb bundan, 4 vur 1 azaldıblar. 4 dənə də yüzlük, yəni ki 4 vur 100, 400 azaldıblar azalanlar. Sonra deyir ki, arı da var. 10-luq mərtəbə validlərin sayını 7 vahid artırıblar. Deməli 7 nə 10, 10 haradadır? 10. 7-dən 10 artıq vurur, 7-dən 10 da 70-dir. Və burada da bu mənfi 404-dür, bu da 70-dir, daha uzatma. Nə alınır? Mənfi 404 ilə 70 toplayanda modulca böyüyün modulundan, modul kiçiyin modulunu çıxıram. Yəni 404-dən 70-i çıxıram. Cavab edir 334 və modulca böyüyün mənfi olduğu üçün mənfini yazıram bura. Yəni əslində mənim azalanımı 334 vahid azaldıblar. Əgər mənim azalanımı 334 vahid azaldıblarsa, fərqim buydu axı əvvəlki fərqim. Fərqim buydu hal-hazırda. Və bunu 334 vahid azaldıblarsa, mənim fərqim də 334 vahid azalır. Vəssalam. Çünki mən bunu artıq düşün bilirəm. Azalanın başına oynatırlarsa, fərqimə x demişəm, o fərq də 334 vahid azalır. Bax, buradan bunu yazdım hələ ki. Davam edəcəm. Sonra keçdim bu yüzden. Çıxılan onluq və minlik mərtəbə vahidlərin sayını 3 vahid artırıblar. Çıxılan hər hansı bir ç deyim. Bax, burada yazdım ç. Və bunun onluq və minlik mərtəbə vahidi 3 vahid artırır. Yəni ki, 3 dənə 10 artırıblar. Yəni ki, 3 də gəl 30. Və minliyin də 3 dənə artırıblar. 3 dənə minlik. Yəni ki, 3000 artdı. Və ardını oxuyuram. Yüzlük mərtəbə vahidlərin sayını 8 vahid azaldıblar. Yəni ki, çıxılsın 800 də yazıram bura. Çünki yüzlüyü 8 vahid azaldıblar. Yəni ki, 8-dən 100 azalmışıq 800. Bunu biraz sadələşdirsəm görəcəm ki, 3000-dən 30-u toplayanda olur 3030 və 3030-dan da 800 çıxanda cavab eləyəcək 2230. Yəni müsbət 2230. Müsbət isə sonuna üstə gəlir yazdım. Yəni əslində mənim çıxılanım 3030 artıb sonra 800 azalıb. Yəni ümumilikdə mənim çıxılanım 2230 vahid artıb. Deyirəm, yaxşı, çıxılanın başına nəsə oyun açanda nə olurdu? Mənim fərqim tərsinə reaksiya verirdi. Yəni bunu artırıblarsa bu azalacaq. Yəni bu 2230 artıbsa mənim fərqim 2230 azalacaq. 2230. Və bu oyunları açandan sonra deyir ki, fərq, yəni ki, cavab bərabərdir. Yeni fərqimdə. Bax, bu köhnə fərqim idi. Başına oyun açılar, çıxdım, azaldı və nəyə bərabər oldu? Deyir ki, fərq hardadır? Fərq. Rəqəmləri müxtəlif ən böyük 4 rəqəmi tək ədəd olar. Nəsə qorxucusun məni. Mən bəyəm, rəqəmləri müxtəlif ən böyük 4 rəqəmləri tapa bilməm. Ən böyük 4 rəqəmləri düzəldirəmsə, bura 9 yazıram. Sonra rəqəmləri müxtəlif olduğu üçün bura 8. Bura 7, çünki rəqəmlər müxtəlifdir, daha 9 istifadə edə bilməm, 8 istifadə edə bilməm, 7 istifadə. Burada 6 yazardı, amma rəqəmləri müxtəlif ən böyük 4 rəqəmli tək ədəd deyib, tək. Onda bura 6-nı yazsam cüt olaraq, 6 yaza bilməmsə, 6-dan sonra ən böyük rəqəm 5-dir. Təbii ki, bunları istifadə edə bilməm də 9, 8, 7-ni. Ona görə deyirəm ki, əlimdə qalanlar arasında ən böyük 5-dir. 6-da cüt olduğu üçün istifadə edə bilməm. Tapdım ki, bu fərq 9875-ə bərabər olmuş. Deyir ki, əvvəlcə fərq neçə idi? Problem yoxdur. Artıq mənim tənliyim hazırdır. Əvvəlki fərqimə də x demişdim. Bu tənliyin cavabı hələ mənim sualımın cavabını verəcək. Başlayaq. X bərabərdir. X bərabərliyin solunda idi. Yenə də bərabərliyin solunu saxladım. Bu bərabərliyin sağında 9875 var idi. Yenə də 9875-i bərabərliyin sağını yazdım. Ona görə işarəsi dəyişmədi. Amma bərabərin solunda olan bu mənfi ədədlər var. Bərabərliyin solunda da ikisi də. İndi bərabərliyin sağına yazacağım. Ona görə işarəsini dəyişəcəm. Plus 334 plus 2230. Bunu sileyim. Düzü saçdırmasın. Bu nədir? Bunları sileyim. Bunlardan artıq istifadə eləmişik. Bunun da x tapmaq heç nədir də? X bərabərdir. 9875 ilə alt-alta yazaq da. 9875. Bu nədir? 334. Bu nədir? 2230. 2230. Toplayaq alt-alta. 5 ilə 4, 9. 7, 3, 10, bu da 3, 13. 3 yazıram 1 yadda. 8, 11, bu da 2, 13. 1 yadda var idi 14. 4 yazıram 1 yadda. 9 ilə 2, 11. 1 yadda var idi 12. Cavab oldu. X-in cavabı yəni 12439. Deməli, əvvəlki fərqim 12000. Burada heç o cavab yoxdur axı. Neyi səhv eləmişəm? Burada neyi səhv eləmişəm? Bax. Ən böyük 4 rəqəm tək ədədin 2 misli olar demişdilər. 2 misli. Ən böyük 4 rəqəmli tək ədəd budur və bunun 2 misli. Bunun hamısını silim artıq. Bunun 2 misli. Üzürlü sayın diqqətsizlik eləmişəm.
Bunun 2 misli isə eyni tənlik də olsa, bura kimi düz gəlmiş, sadəcə 2 mislinə fikir verməmişəm. Yəni bunu 2-yə vurmaq lazımdır. Buradan da bayaq dedim ki, x bərabərdir. Bu mənfi 330, mənfi 2230-dur. Bu üzə müsbət kimi keçir. Daha uzatmam, bunu bayaq dedim. Burada da 9875-i 2-yə vuranda 18000, 19600, 19750 eləyəcək. Ümid edirəm ki, şifahi elədim, səhv eləmərəm. Vəssalam. Hə, indi bunları alt-alta toplayaq, x-in cavabı tapaq da 19751-i 2231-i 334-də 1-idir. Alt-alta toplayaq. 004 elədi 4. 5, 3, 8, bu da 3, 11 eləyir. 1 yazdım, 1 yadda. 7, 2, 9, bu da 3, 12. 1 də yadda, 13, 3 yazdım, 1 yadda. 9 ilə 2, 11, 1 də yadda, 12. 2 yazdım, 1 yadda. Bu 1 də aşağı düşür, 1 yadda üstünə gəlir, olur 2. Cavab oldu 22314, yəni A bəndi. Ümid edirəm ki, başa düşdünüz. Sağ üçün diqqətli olun, belə mexaniki səhvlər eləməyin, mən elədiyim kimi. 226 idi bu, keçdi 227-yə. 227. Deyir ki, toplananlardan birini 17 vahid artırıb, digərini 18 vahid azaltsa, cəm 55 olar. Asan sualdır. Əvvəlcə vermiş cəm neçə idi? Əvvəlcə vermiş cəm neçə idisə bilmirəm. Buna x desəm, çünki əvvəl vermiş cəmi bilmirəm də. Toplananlardan birini 17 vahid artıranda cəmin də 17 vahid artacaq. Çünki toplananın başına nə oyun açırsansa, cəmin də başına yenə oyun açılır. Qaydanı bilən. Digərini 18 vahid azaldıblarsa, yəni digər toplanır, bu da 18 vahid azalacaq. Vəssalam. Və bundan sonra deyir ki, bunu 17 artır, bunu 18 azaldı, cəm 55 olur. Yəni bu 55-ə bərabər olur. Vəssalam. Tənliyim hazırdır da. Burada x nəyə bərabərdir? 55 necə var qalır? Bərabərinin sağında deyən sağını yazdım. Bunlar bərabərinin solundan, bununla bu, solundan sağına keçir. Yəni müsbət 17 bura mənfi 17 kimi keçir, mənfi 18 bura müsbət 18 kimi keçir. Yəni bərabərliyin solunda idi, indi bərabərinin sağına yazıram deyə işarələri dəyişir. Bunda x bərabərdir. 55-dən 17 çıxanda eləyir 38, üstünə də 18-i gələndə eləyir 56. Ümid edirəm səhv eləmədim. 55, 73, düzdür. 56. 56 cavabı haradadır? Burada. Deməli, əvvəlki cəm 56 imiş. Bununla da işimiz bitdi. Keçdik 228-ə. Oxuyuram. Birinci toplananı 36 vahid artırdılar. Cəmin dəyişməməsi üçün digər toplananı necə dəyişmək lazım? Çox rahat deyə bu. Birinci cəmin əgər hər hansı bir C ələdiysə, birinci toplananı 36 vahid artırdıqları üçün mənim cəmim də 36 vahid artır. Çünki toplananın başına 10 açılırsa, cəmin də başına 10 açılır. Və mənə deyir ki, cəm dəyişməsin. Cəm dəyişməsin istəyirəmsə, yəni tezdən C olsun da, adi C. Buyu da axı dəyişməsin, C qalsın istəyirəmsə, bu amma artıb. Onda bu cəmi 36 vahiddən azalmalıdır. Bura kimi gəlmişdir, yəni toplananı artırdıqları üçün. İndi mən bunu 36 azaltmalıyam ki, 36'la geçin işini daha tezdən bu C necə var qalsın, yəni dəyişməz qalsın. Cəm dəyişməsin. Bu cəm 36 azalsın istəyirsə, digər toplananı 36 vahid azaltmalısan da, vəssalam, haradadır? Cavab C bəndi. Çünki digər toplam 36 vahid azalanda cəmi 36 vahid azalanda, onu da mən bura 36 yaza bilərəm də. Ona görə də 228-in cavabı oldu C bəndi. Keçdik 229-a. Bunu biraz belə eləyim. Deyir ki, bölünəni 5 dəfə azaltdıq. Bunu da öyrənmişik. Qismətin dəyişməməsi üçün bölünəni necə dəyişmək lazımdır? Bölmə mən yada salım, öyrənmişdik bazı dərsimizdə. Birinci bölünən idi. İkinci əldə bölən deyirdik. Bölən. Cavabı da qismət deyirdik. Qismət. Düzdürmü? Və öyrənmişdik ki, bölünəni neçə dəfə artırsan, qismət də həmin dəfə artır. Bölünəni neçə dəfə azaltsan, qismət də həmin dəfə azalır. Yəni ki, çıxma əməli kimi də bu birinci ki yoxdur. Bu bölünənin başına oyun açsan, qismətin də başına eyni oyun açılır. Amma çıxma necə ki, ikinci çıxılan var idi. Burada ikinci böləndə. Böləni isə tərsinə reaksiya verir. Yəni böləni 5 dəfə azaltsan, bu 5 dəfə artacaq. Yəni tərsinə reaksiya verəcək. Məsələn, bunu 5 dəfə artırsan, bu 5 dəfə, qismət 5 dəfə azalacaq. Yəni tərsinə reaksiya verəcək, çıxma kimi. Amma burada dəfə söhbəti var. Dəfə. Çıxmada vahid söhbəti, burada dəfə söhbətidir. Bunu da bazı dərsimizdə öyrənmişik. İndi bu qaydanı bilirəmsə, mənə deyir ki, bölünəni 5 dəfə azaltdıq. Qismətimə hər hansı bir Q əldə etsəm, əvvəl qismətim Q idi. Bölünəni 5 dəfə azaldıblarsa, deməli mənim qismətim də 5 dəfə azalmalıdır. Bu böl 5 deməkdir. Kəs xətti üstə bölmə kimi istifadə edirəm. Böl 5. Qismətim əvvəl Q idi, indi Q böl 5 oldu. Çünki bölünəni azaldıblarsa qismətim də azalır. İndi deyir ki, qismətin dəyişməməsi üçün, yəni qismət elə boş Q qalsın istəyirəm də dəyişməsin. Amma dəyişib də hal-hazırda. Dəyişməməsi üçün böləni necə dəyişmək lazımdır? Birincisi mən bilirəm ki, qismətim bu hala düşməyib. Deməli, mənim qismətim 5 dəfə də artmalıdır ki, bu 5'lər ixtisar getsin, tezdən dəyişməz qalsın. Yəni ki, Q kimi qalsın. Bu Q böl 5 formasındır və bu 5 dəfə artmalıdır qismətim. Amma mən bölənə təsir eləməliyəm, bu 5 dəfə artsın. Mən deyirəm ki, bölənə
Əgər mən bölənə təsir edəcəmsə, böləni nəsə eləməliyəm də. Böləndə təsir reaksiya verir. Demiş ki, açıqlama kimi bölündə nə başına oynatsan qismətdə eyni şeydir, amma böləndə təsir reaksiya verir. İndi əgər mən qismətimin 5 dəfə artmasını istəyirəmsə, bu 5-lər ixtisar getsin, əvvəlki qismət qalsın deyə. Mən nə etməliyəm? Bu 5 dəfə artsın istəyirəmsə, böləni 5 dəfə azaltmalıyam. Çünki böləni 5 dəfə azaltsam bura vur 5 gələcək, təsir reaksiya verəcək. Onu 5 dəfə azaldığında bura 5 dəfə artır. Bizim onun cavabı nə olacaq? 5 dəfə azaltmaq. Burada vur 5 olsa belə mən tərsinə fikirləşsəm, 5 dəfə azaltmaq lazımdır böləni. Böləni 5 dəfə azaltmaq lazımdır. Cavab A bəndi. 229 ilə işimiz bitdi. Keçək 230-a. 230 sayandadır. Bu isə düşür deyəsən. 230. Hardasan? Gəldi. 230. Başlayaq 230 təhlil eləməyə 45 dəqiqədir. Əla, yaxşıdır. Deyək ki, 230-da 2 ədədin cəmi 178-dir. Toplamlardan birini 42 vaid artırır, digərini 52 vaid azaltılır. Cəm neçə olur? Çox asan. 2 ədədin cəmini açıq-aşkar vereyim ki, mənə 178-dir. Yəni cəm 178 olduğunu bilirəm. Və mən bilirəm ki, toplamının birini 42 vaid artırırlarsa, cəmim də, cəm bu da 42 vaid artacaq. Digərini 52 vaid azaldılırsa, toplam məndə su kimi bilər də eyni reaksiya olur. Ona 52 vaid azaldılırsa, cəm də 52 vaid azalacaq. Vəssalam. Cəm neçə olacaq? 178-in üstünə 42 gələndə olacaq 220, 220-dən düz hesabını, 220-dən də 52-in çıxanda olacaq 168. Yəni A bəndi. Vəssalam. 230-dan da işimiz bitdi. Burada qeyri-adi bir şey yox idi. Qələm işləsə. Keçdik 231-ə. Burada deyik ki, 2 ədədin fərqi 32-dir. Azalanı 14 vaid artırıb, çıxılan 8 vaid azalıb, fərq necə dəyişər? Heç nə. Burada nə var ki? 2 ədədin fərqi 32-dir, açıq-aşkar verir ki, mənə fərq 32-dir 2 ədədin fərqi. Bunu yazdım. Sonra deyir, azalanı 14 vaid artırıblar. Deyirəm, azalanın başından oynasın, fərqim 32-dir axı. Fərqin də başına oynasın, eyni oynasın. Yəni sən bunu 14 vaid azalmısansa azalanın, fərqin də 14 vaid artır və çıxılanda isə tərsinə reaksiya verir. Sən çıxılan 8 vaid azaltmısansa azaldıb, məndə 8 vaid artacaq fərqim. Tərsinə reaksiya verəcək. Və bunun fərqi neçə alacaq? 32, 14, 46, üstə gəl 8, 54. Nə badə gedib 54 cavabını götürəsiniz. Suala baxın. Deyir ki, demir, fərq neçə olar? Fərq neçə olardısa, 32 idi, 54 oldu. Düz deyir. 54-ü götürər. Ona deyir ki, fərq necə dəyişər? Mənim fərqim 32 idi, 54 oldu. Yəni nə oldu? Artdı. Neçə vahid? 54-dən 32 çıxanda düz görürsünüz, 22 vahid artar. Yəni 231-ci testin cavabı A bəndidir. Yaxşı? Buradan açıq-aşkar görə bilərsiniz. 231 ilə də işimiz bitdi. Keçdik 232-yə. Deyir, azalanı 10 vahid artırdıq. Fərqin 3 vahid artması üçün çıxılanı necə dəyişmək lazımdır? Mən fərqim, əvvəlki fərqim hər hansı bir F ədədi olsun. F. İndi sən azalanı 10 vahid artırmısansa, azalanın başına oynatsınız, fərqin başına oynatsınız. Yəni, mənim fərqim də 10 vahid azalacaq. Düzdürmü? Azalanı çünki artırıblar, artacaq. Azalanı 10 vahid artırmısansa, fərqim də F idi, F plus 10 olacaq. Yəni 10 vahid artacaq. Amma söhbət budur ki, fərqin 3 vahid artması üçün. Yəni ki, mən istəyirəm ki, bu F plus 3 formasını düşsün. Yəni mənim fərqim əvvəl F4-dür, indi F plus 3 olsun. Amma indi bu 10 vahid artıq. Bu F plus 3 olsun istəyirəmsə, deməli fərqimi 7 vahid azalmalıyam. Çünki 10 vahid artıq, bunu 7 vahid azalmalıyam ki, F plus 3 formasına düşsün. Deməli mənim fərqim 7 vahid azalmalıyam. Və sual budur ki, çıxılanı necə dəyişmək lazımdır? Mən çıxılanın başına nə oynatsam 7 vahid azalar. Çünki bu olsa artıb 10 vahid azalana görə. İndi 7 vahid azalmalıyam ki, bu olsun. Çıxılanın başına nə oynatsam fərqim 7 vahid azalar. Çıxılanda necə idi? Bəli. Çıxılanda tərsinə reaksiya verirsən. Bunu 7 vahid azalmalını istəyirsən, çıxılanı 7 vahid artırmalısan. Çıxılan çünki tərsinə idi. Nə edirsən? Tərsinə reaksiya verir. Yəni 7 azalsın istəyirəmsə, çıxılanı 7 vahid artırmalıyam. Yəni sualımın cavabı A bəndi, 232-ci cavabı da hazır. Bununla da işimiz bitdi. Keçdik 233-ə. Deyir, 2 ədədin fərqi 78-dir. Azalanı 38 vaid artırıb, çıxılanı 54 vaid artırsaq, fərq neçə olar? Bax, 2 ədədin fərqinin 78 olduğunu özü açıq-aşkar verib mənə. 78. Və deyir, azalanı 38 vaid artırıblar. Onda fərqin bu dövrdür. Fərq də 38 vaid artmalıdır. Artıq bunlar bir deyir, azalanı eynisən, bunun da başına eyni oynasılır. Çıxılanı 54 vaid artırıblar, tərsinə reaksiya verəcək. Bunu 54 azaldacaq. Artırıblar çıxılanı, mən tərsinə azaldıram. Və bunun da cavab neçə alınacaq? 78 ilə 38 toplayanda 116, 116-dan da 54-ü çıxanda deməli 138 neçə eləyir? 62 səhv eləmirəmsə.
62. Düz hesabladım. Belə hesabım 78-dən 54 çıxanda 24 düzdür. 62. Başqa cür hesabladım ki, dəqiq olsun. 62. İndi bu dəfə deyib ki, fərq neçə olar? Neçə olar? Necə dəyişər deməyib. Yaxşı? Neçə olar deyib. Bayaq necə dəyişər? Necə dəyişər deyəndə deyərdim ki, 78 də 62 olub. Yəni 26 var, 16 var azalıb. Amma deyir neçə olardı? Yəni 78 neçə oldu? 62 oldu. Neçə olar desə elə 62 cavabını götürəcəm. Neçə olar deyəndə elə cavabını götürürəm. Amma desə ki, necə dəyişər? Sən baxmalısın ki, əvvəl nə idi, indi nə olub, artıb yoxsa azalıb, neçə var artıb, onları da təyin etmək sənin üçün heç nədir. Keçdik 234-ə. 234 nə deyir? Deyir ki, 2 ədədin hasili 108-dir. Vurmanı da bilirik də, yada salın. Vurma məndə vuruq hasil olur, düzdür? Vurma da toplama kimidir. Vuruqların fərqi yoxdur hansının. Neçə dəfə artırsan, hasil də həmin dəfə artır, azaltsan, hasil də həmin dəfə azalır. Burada sadəcə dəfə söhbəti var. Burada tərsinə reaksiya yoxdur. Bunların başında oyun açılır, hasil də başında eyni oyun açılırdı. Və burada sadəcə dəfə söhbəti var. Yaxşı, tərsinə reaksiya da yoxdur. İndi 2 ədədin hasili 108-dir. Bax, yaxşı yazdım buraya 108. Vuruqlardan birini 2 dəfə artırıblar. Vuruqlardan birisini 2 dəfə artırılsa mənim hasilim də 2 dəfə artacaq. Çünki bundan başına oynatsam, bunun da başına eyni oyun açılır. Sonra digər vuruğu 3 dəfə azaldıblarsa, deməli mənim hasilim də 3 dəfə azalacaq. Yəni birisinə görə 2 dəfə artdı, vur 2, digərinə görə 3 dəfə azaldı, böl 3. Bəs burada da vurma əməlini kəsirlə öyrənmişik. Elə 108-dən 3 ixtisar gedir, 36 qalır. Bazı dərslərimizdə bunu öyrənmişik və bu bizə çox kömək olur. 36-nı 2-yə vuranda cavab 72 eləyir. Yəni ki, hasil neçə oldu? 72 oldu. 234-cü testin cavabı da C bəndir. Keçdik 235-ə. Deyir ki, hasili, yəni ki, bir-birinə vuranda cavab 72 eləyir də. Hasili 72 olan 2 ədədin birini 8 dəfə artırdılar. Bax, hasili 72 olan 2 ədəd var. Bu ədədlərdən birini 8 dəfə artırıblar. Digər neçə dəfə azaltmaq lazımdır ki, hasil dəyişməsin. Bax, yenə deyirəm. 2 ədəd var. Bunlardan birini 8 dəfə artırıblar. Yəni ki, mənim hasilim 72 deyildir normalda. Bu ədədlərdən birini 8 dəfə artırıblarsa, mənim hasilim də 8 dəfə artmalıdır. Çünki vuruqda demişdi, çox asandır. Yəni, birisinin başına oynatılsa, o birisinin başına eyni oynatılsa, burada tərsinə reaksiya söhbəti yoxdur vurma əməlində. Deməli, bunu 8 dəfə artırdılar, mənim hasilim 72, o da 8 dəfə artır. Və sonra ki, digər neçə dəfə azaltmaq lazımdır ki, hasil dəyişməsin. Mən istəyirəm ki, hasil dəyişməsin. Yəni, tezdən cavab 72 olsun, hələ hasil bu deyildi, bu qalsın. Onda bu dəyişməsini istəyirəmsə, bunu 8-ə bölməliyəm də. Yəni, 72 8 dəfə artmışdır, bunu tezdən 8-ə bölməliyəm ki, ixtisar getsinlər və cavab tezdən 72 qalsın. Yəni ki, bu 72 vur 8 forması düşmüşdü. Mən indi bu hasil 8 dəfə azalsın istəyirəm. 8 dəfə azalsın istəyirəmsə, digər vuruğu nə etməliyəm? 8 dəfə azaltmalıyam. Elə bu necədirsə, o da elə. Çünki burada tərsinə reaksiya söhbəti yoxdur, çıxılan olsun, bölən olsun. Bunlarda da tərsinə reaksiya. Burada vuruğun başından oynatsan, hasilin də başına eyni oyun gəlir. Yəni sən hasili 8 dəfə azaltmaq istəsənsə, vuruğu 8 dəfə azaltmalısın. Çünki sən vuruğu 8 dəfə azaldığında hasilin də 8 dəfə azalır. Yəni böl 8 olur və 8-lər gedir işin dayıca. Nə dedim indi danışanda? Digər neçə dəfə azaltmaq lazımdır? 8 dəfə. Yəni 235-in cavabı oldu B bəndi. Və burada, yəni edirəm, bu qaydaları öyrənsəz daha yaxşıdır. Burada ədəd də qoya bilərsiniz. Beyniniz yorulursa, qayda yadınızdan çıxırsa. Amma qaydanı öyrənməyin, 100% çətin bir şey yoxdur. Elə belə yazarsan ki, 8 vur 9 edir 72-yi. Sonra deyərsən ki, ədədlərdən birini 8 dəfə artırıblar. Yəni bunu 64 elədim. 64-ü sadəcə bunun yerinə artı x yazacağam. 64-ü neçəyə vursam 72-ni verir. Amma belə də kəsiz zad alınacaq da. Ya da ədəddə görə elə seçsən ki, səni narahat eləməsin. 64-ü neçəyə vursam 72 alınır. Sən bunu tapmalısan. Burada x bərabərdir. X tapması 72-ni 64-ə bölməlisən. Ədəd qoyanda bax belə problemlər olur. Ona görə qayda yaxşıdır. Bunlar da 8-ə ixtisar gedir. 72 8-ə bölündə 9, 64 8-ə bölündə 8. Yəni əvvəlki vuruğum 9 idi. Yeni vuruğum neçə olmalıdır? 8-də 9 olmalıdır. Bax 8-də 9. Yəni ki bu 9 böl 8-də. Yəni yeni köhnə vuruğumu 8 dəfə azaltdım. Fikir ver. Bunun üçün ki 8 dəfə azalmalıdır sən demə. Bu daha həngamədir məncə. Qaydaları öyrənmək daha rahatdır. Mən danışıram deyə uzun görsənir, amma ki əslində burada çətin bir şey yoxdur və vaxt aparacaq bir şey də yoxdur. Dolayısıyla mən izah verirəm deyə uzun gəlir. 2 ədədin hasili 36-dır. Bax yenə də. Vuruqlardan birini 2 dəfə artırıblar. Deməli hasilim 36 idi. Vuruqlardan birini 2 dəfə, digər vuruğu 3 dəfə azaltdılar. Yəni vuruqlardan birini 2 dəfə azaldıblarsa, deməli mənim hasilim də 2 dəfə azalacaq. Böl 2. Digər vuruğu da 3 dəfə azaltdılar. İkisini də birisini 2 dəfə azaldılar deyə mənim hasilim 2 dəfə azaldı. Sonra 3 dəfə azaldılar digərini, onda mənim hasilim 3 dəfə də azaldı. Yəni böl 2 böl 3 və salam. Burada 36-nı 2-yə böləndə eləyir 18 bunun cavabı. 18-də 3-ə bölündə cavab 6. İndi sual nədir? Hasil neçə oldu? Hasil 6 oldu da və salam tapdım. Yəni 236-cı testin cavabı oldu A bəndi. Keçdik 237-yə. Deyir ki, vuruqlardan birini 6 dəfə artırıblar, digərini 4 dəfə azaltdılar. Yeni hasil 48 oldu. Yəni əvvəlki hasil neçə idi? Məndən onu soruşuyor. Deyir ki, əvvəlcə hasil neçə idi?
Əvvəlki hasil hər hansı bir x ədədidirsə, bunlardan birini alt dəfə artırdıqları üçün əvvəlki hasilin də alt dəfə artmış olur. Çünki vurma çox azaldır. Nə edirlərsə eyni şey olur. Digərini 4 dəfə azaltdıqları üçün mənim hasilim də 4 dəfə azalır. Bax belə yazım da böl 4. Bax bunu mötərizli yazım. Yazmağa ehtiyac yoxdur. Belə yazam ki, rahat görsün. X vur 6 böl 4. Yəni birisinə görə 6 dəfə artdı, sonra 4 dəfə azaldı. Yəni buradakı aldığım cavab 4 dəfə azaldı. Çünki digərini 4 dəfə azaldılar. Və deyir bundan sonra cavab 48 oldu. Yəni yeni hasil 48 oldu. Bu tənliyi həll edəcəm. Burada da x vur 6 nəyə bərabərdir? Bərabərdir bax. Bu cavabı hər nədirsə bunun cavabını 4-ə bölüblər 48 alınır. Girdim həmişə A kimi bax. Bunun cavabı hər hansı bir A-dır. A-nın 4-ünü bölüblər 48 alıblar. Çünki bunun cavabını tapıblar, sonra 4-ü bölüb 48 alıblar. A bölü 4 bərabər 48 kimi baxanda A nəyə bərabərdir? Bölünəndir. Bölünəni tapmaq üçün bölənlə qisməti bir-birinə vurdu. Yəni 4-ü 48-ə vuracağım neçə edəcək? 192. Yəni A 192-yə bərabərdir. A da elə x vur 6-dır da. Yəni x vur 6 192-yə bərabərdir. Burada x-i tapmaq üçün, yəni vuruğu tapmaq üçün bu vurmadır ya. Hasili digər vuruğa böl. Yəni 192-ni də 6-ya böləndə cavab olacaq 32. Məsələn, x-imi 32 tapdım. Yəni əvvəlki hasil neçə imiş? 32 imiş C bəndi. Bax doğrudan da vuruqlardan birini 6 dəfə artırıblar. 32 dördür mənim əvvəlki hasilim. Vuruqların birini 6 dəfə artıranda bu 6 dəfə artır. Digərini 4 dəfə azaldırlar. Bu da 4 dəfə azalır. Doğrudan da 32 ilə 4 ixtisar gedir. 8 edir. 8-i 6-ya vuranda 48. Doğrudan da yəni əvvəlki hasilim 32 olanda bunları da başına götürəndə cavabım yeni hasilim 48 olur. Yəni 8 6 48-i verir. Suallar asan deyə biraz sürətlənirəm. Amma ümid edirəm ki sizə çətin gəlmir. 237 idi bu, keçdik. 238 bu harda bitir? Ümumiyyətlə nədən görək? 238-dən davam edəcəm. 245, 250. Ya bu uca başqa sualdır. Başqa mövzu daha doğrusu. Bu 248. Neçədə bitir bu? Bu bitmir. Hə, 250-də bitir. Biz neçədə idik? 238-də, hə. 238-də idik. Neçədə qalıb oldu? 12, 13 dənə. 13 dənə. Hə, keçdik 238-ə. Özümlə danışıram. Neçə dəqiqədir? 1 saat olacaq birazdan. Deyir, bölünəni 4 dəfə artırıb, bölünəni 2 dəfə azaltsaq, qismət necə dəyişir? Artıq bunu bildik də, qismətə hansı bir qeyd etsək və öyrənmişik. Bölünəni 4 dəfə artırıblarsa, qismətin də 4 dəfə artır. Çünki nə idi qaydamız? Bölülənin başında nə oyun açılır, qismətin də başında eyni oyun açılır. Böləndə isə tərsinə oldu ki, bölünəni 2 dəfə azaldıblarsa, onda tərsinə qismətin 4 dəfə, 2 dəfə azalmayacaq, artacaq, tərsinə reaksiya edəcək. Vur 2. Yəni Q'yə vurulsun 4 vur 2 8 forması düşəcək. Amma əvvəl qismətimə Q demişdim də. İndi nə oldu? Q vur 8. Yəni Q 8 dəfə artdı. Yəni qismətim 8 dəfə artar. Harada 8 dəfə artar cavabı? B bəndində. 238 ilə də işimiz bitdi. Keçdik 239-a. İki ədədin nisbəti, biraz bunu belə çəkeyim. Hə. İki ədədin nisbəti deyir 24-dür. Bölünəni 6 dəfə artırır. Bölünəni 3 dəfə artırsa, qismət necə dəyişir? Problem yoxdur. Bu qisməti veriblər. İki ədədin nisbəti və qisməti eyni şeydir. Yəni iki ədəd bir-birinə bölündə 24 edir. Yəni qisməti 24 olduğunu veriblər. Sonra deyir bölünəni 6 dəfə artırırlar. Bölünəni 6 dəfə artırsa mənim qismətim də 6 dəfə artacaqdır. Çünki bölünənin başında nə oynayacaqsa qismətin başında da açılır. Sonra bölünəni 3 dəfə artırıblarsa böləndə tərsinə reaksiya verir, çıxılan kimi. Bölünəni 3 dəfə artırıblarsa tərsinə 3 dəfə azalacaq. Böl 3. Orada artırıblar, amma tərsinə reaksiya verir, azalır. Və sonra qismət neçə olar və sonra bunun cavabı da qismət. 24 ilə 3 ixtisar gedir 8, 8-də 6-ya vuranda 48. 48 hardadır? Y bəndində. Keçdik 240-a. Deməli, nə deyir 240-da? Bölünən və böləni 2 dəfə artırdıqdan sonra qismət 12 oldu. Əvvəlcə qismət neçə idi? Bax, əvvəlcə qisməti soruşanda, əvvəlki qisməti bilmirəm deyə bunu x deyə bilərəm. Çünki əvvəlkini bilmirəm. Amma sonra bölünən və böləni 2 dəfə artırıblar. Böləni 2 dəfə artırdıqları üçün qismətim əvvəlki qismətin x-i o da 2 dəfə artır. Böləni 2 dəfə artırdıqları üçün, böləni 2 dəfə artırdıqları üçün nə olacaq? Tərsinə 2 dəfə azalacaq. Böl 2. Düzdür? Böl 2. Kəsr xətti bölmə deməkdir. Və bu zaman deyir qismət 12 oldu, bərabər də 12. Burada 2-lər ixtisar gedir. Vur 2 böl 2-də 2-yə böldüm əksinə. Heç nə qalmır. Boş x qalır. X nəyə bərabər olur? 12-yə. Mən də əvvəlki qismətimə 12 deməmişdim. Mən əvvəlki qismətim hələ 12. Daha da əvvəlki qismətim x deməmişdim. X-də 12 tapdım. Deməli, əvvəlki qismətim 12. Doğrudan da bax 12-ni bölünəni 2 dəfə artıranda bu 2 dəfə artır, bölünəni 2 dəfə artıranda bu 2 dəfə azalır. Tezdən yeni qiymət də elə 12 olur. 240-la da işimiz bitdi. Keçdik 241-ə. 241-də deyir ki, vuruqlardan birini 4 dəfə artırdıq. Hasilin 2 dəfə azalması üçün digər vuruğu neçə dəfə dəyişmək lazımdır. Vurma əməlinin cavabı nə dedik? Hasil dedik də, hasil. Hasilimiz olsun hər hansı bir h ədədi. Vuruqlardan birini 4 dəfə artırıblarsa, nə olur? Hasilin də 4 dəfə artır. Bölünəni 2 dəfə artırdıqları üçün qismətin 4 dəfə azalır. Bölünəni 2 dəfə artırdıqları üçün mənim qismətim 4 dəfə azalır.
Çünki demişdik axı, vuruqların başından oynatılır, hasının da başından eyni oynatılır. Sonra deyir ki, hasının 2 dəfə azalması üçün. Mən amma istəyirəm ki, bax, hasil 2 dəfə azalması üçün. Hasil H4-dür. Mən istəyirəm ki, bu hasil H vurulsun 2 olsun. Yəni ki, 2 dəfə, yox 2 dəfə azalma deyib hətta. 2 dəfə azalma deyirsə, H bölünsün 2 olsun. Yəni bu H-dır. Mən istəyirəm ki, hasilim ən sonda H bölünsün 2 olsun. Düzdür? H bölünsün 2 olsun. Yəni ki, hasil bölünsün 2 olsun. Hasil 2 dəfə azalması üçün digər vuruğu necə dəyişmək lazımdır? Bu H bölünsün 2 olsun istəyirəmsə, normal məntiqlə çox uzatmayacağım. Bunu 8-ə bölsəm, 4 ilə 8 4-ə ixtisar gedər. Bax 4 4-ə bölərəm 1, 8 4-ə bölərəm 2 qalar burada. Yəni ki, H bölü 2 və H bölü 2 formasına düşər. Deməli, bu birinə görə 4 dəfə azalır, digərinə görə də 8 dəfə azalmalıdır. Onu mən digərinə eləməliyəm. Onsuz burada təsirli reaksiya yoxdur. Sən bu hasilin 8 dəfə azalmağını istəyirsən, digər vuruğu 8 dəfə azalması. Çünki sən onu 8 dəfə azaldığında avtomatik bu da 8 dəfə azalır. Yəni böl 8 olur. Yəni digər vuruğu necə dəyişmək lazımdır? 8 dəfə azaltmaq lazımdır. 241-in də cavabı oldu B bəndi. Sildik bunu da. Keçdik 242-yə. Azalan və çıxılanı 4 dəfə artsaq fərq necə dəyişər? Bax, burada nə edəcəksiniz? Azalanma, elə qoy belə deyim də, azalan, çıxılsın, çıxılan bərabərdir fərq. Belə bir şey yazım. Və azalan və çıxılanı 4 dəfə artırsaq, azalanı 4 dəfə artırsam olacaq 4A, çıxılanı 4 dəfə artırsam olacaq 4C. Çıxma da qalır da, düzdür. Buradan da görürəm ki, 4A, 4C, 4 ortaq vuruq kimi ölçüsü xaricdən çıxanın ölçüsündə A çıx C qalır. Çünki 4 vur A, 4A, 4 çıx C, 4C eyni şeyi verir. Və buradan da azalan çıxılsın C, A çıx C F-i vermirdi. A çıx C F-ə bərabərdir. Yəni bunu silib yerinə F yaza bilərəm. Yəni ki, bu 4F formasına düşür. Yəni əvvəl fərqim F idi. Bunları 4 dəfə artırandan sonra cavabım 4F oldu. Yəni nə oldu? F idi, 4 vur F oldu. 4 dəfə artdı. Sual da bu idi ki, azalan və çıxılan 4 dəfə artsa fərq necə dəyişər? Fərq 4 dəfə artar. 4 dəfə artar hardadır? A bəndində. Və sami 242-lə də işimiz bitdi. Keçirik 243-ə. 243-də nə deyir? Deyir, bölünəni 4 dəfə artırıb, böləni 2 dəfə artırsaq, qismət ən kiçik 2 rəqəmli ədəd alınır. Əvvəlcə verilmiş qismət neçə idi? Bax, əvvəlcə verilmiş qismətə bilmədiyim üçün bunu bir dənə x dedim. Sonra deyir ki, bölünəni 4 dəfə artırılır. Deyək ki, bölünənin başından oyun açılır, qismətin bu da axı. Qismətin də başına eyni oyun açılır. Yəni sən onu 4 dəfə artırmırsansa, mənim x-im də 4 dəfə artır. Əla. Sonra deyir, böləni 2 dəfə artırsaq. Böləndə isə tərsinə reaksiya verir. Sən bunu 2 dəfə artırmırsansa, mənim qismətim tərsinə 2 dəfə azalacaq. Artırmırsan, məndə azalacaq. 2 dəfə azalacaqsa, onda bunu 2-yə böləcəksən. Və bundan sonra da deyir ki, qismət, yəni ki, alınan cavab ən kiçik 2 rəqəmli ədəd oldu. Ən kiçik 2 rəqəmli ədəd 10-dur da, deməli bu 10-a bərabər oldu. Buradan da 4 ilə 2 ixtisar gedir, 2 qalır, düzdür? 4-ü 2-yə böldüm 2, 2-ni 2-yə böldüm 1 qalır da, mənasızdır bu. Mənasız deyəndə ki, yəni boş yerə yazmağa ehtiyac yoxdur. X vur 2 də elədi, 2x bərabərdir. Burada böl 1 yazmam, mən 2x-i 1-ə böləndə burada böl 1 yazsam, 2x verir. 2x bərabərdir 10-a, burada x nəyə bərabərdir? 12-yə böləm 5, x tapdım 5. Sual da bu idi ki, əvvəlcə verilmiş qismət neçə idi? Əvvəlcə verilmiş qismətə mən onsuz x demişdim. Həmin x-də 5 tapmışam. Deməli, əvvəlcə verilmiş qismət 5 idi. Doğrudan da bax, həmin 5-ə baxın. 5-də əvvəlki qismət 5 isə bölünən 4 dəfə artanda bu da 4 dəfə artır. Bölünən 2 dəfə artanda bu 2 dəfə azalır. 5 vur 4 20, 20 də 2-yə bölündə 10 olur. Həmin bu 10 da ən kiçik 2 rəqəmli ədədi bizə verir. 243 də getdi, keçdik 244-ə. 244-də nə deyir? 403 ədədinin sağına bir 0 yazsaq, 403 ədədinin sağına bir dənə 0 yazdım. Ədədin 13-ə bölünməsindən alınan yeni qismət əvvəlki qismətin nəzər neçə var artıq. Çətin heç nə yoxdur burada. Gəl birinci 403-ün özünü 13-ə bölək. Görək əvvəlki qismət neçədir bunun? 403-ü bölüm lap belə 13-ə. 40-ın içində 13 3 dənə, 3 vur 13 39 eləyir. Çıxanda 1, bu 3 də gəlir yanına. 13-ün içində 13 bir dənə. Cavab oldu 31. Yəni əvvəlki qismətin bu idi. 403-ü 13-ə böldü, qismətin bu idi. İndi bunun yanına 0 yazandan sonra da əslində ehtiyac yoxdur. Amma yenə də yazıram. 40-ın içində 13 3 dənə, 3 vur 13 39, 40-dan 39 çıxanda 1 3 düşdü yanına, 13-ün içində 13 bir dənə, 1 vur 13 13 və bu 0 da gəlir burada, düzdür? Bunu bilirsiniz. Yəni 4030-u 13-ə böləndə 310 olur. Yəni ki, əvvəlki qismət 331 idi, indi 310 oldu. Sual da budur ki, alınan yeni qismət əvvəlki qismətin nəzər neçə vaid artar? Bu 310 idi, bu 31 idi. Artdı, artmadı. Nə qədər artdı? Tapmaq üçün təbii ki, böyükdən kiçik çıxıram. 310-dan çıxıram 31. 10 çıx 1 9. Buradan bir də 10-luq vermişəm. 10 çıx 3 7. Bu 0-dır da əslində. Yəni 10-luq verdiyim üçün. Burada 10-luq götürdüm. 10 çıx 3 7. Burada da 10-luq verdiyim üçün bu 1 vaat azalıb 2. Cavab oldu 279. Yəni
Neçə vahid artıb? 279 vahid artıb. 244-ün cavabı da oldu A bəndi. Baxın, işıqları yandırmışam hamısını. 244-dür. Bu keçdi 245-ə. 245-də deyir ki, azalanı 25 vahid artırıb, çıxılanı 10 vahid azaltsaq, fərq necə dəyişər? Axı nə asan sual salıblar. Bunlar bilirik artıq çünki. Əvvəlki fərqimi hər hansı bir f ədədi desəm, fərq olduğu üçün f-la deyirəm, fərq yox, necə üstləyə bilərsiniz. Azalanı 25 vahid artırıblarsa, fərqin də 25 vahid artırıb. Yenə deyirəm, çünki öyrənmişəm ki, azalanın başından oyun açsın, fərqin də başına eyni oyun açılır. Artırıblar, bu da artır. Çıxılanı 10 vahid azaltsaq deyəndə çıxılanı tərsinə reaksiya verir. Yəni bunu 10 vahid azaldıblarsa, əksinə burada 10 vahid artır tərsinə. Azaltmanın əvəzinə artır. Çıxılanda çünki tərsinə reaksiya verir. Bu da f plus 35 formasına düşür. Çünki 25 ilə 10 toplayanda 35 edir. Yəni əvvəlki fərqim f idi, indiki f plus 35 oldu. Yəni fərqim nə oldu? 35 vahid artdı. 35 vahid artar hardadır? B bəndində. 245 ilə də işimiz bitdi. Keçdik son 5 sualımıza deyəsən. Bəli. 246. 246-nı oxuyuram. 128 vur 17 vuruqlarından ibarət hasilin vuruqlarından birini 7 vahid, digərini 4 vahid artırsalar, hasil ən çox nə qədər dəyişər? Birinci hələm 128 vur 17 neçə edir? Onun cavabını tapaq. 128 vur 17. Bir kənarda alt-alta vurum, səhv eləməyin deyə. Videonun axırlardır, beynim yorulub. 7 vur 8 neçə edir? 56. 5 yadda. 7 vur 2 14, 5 də yadda 19. 1 yadda. Bu da 8 də. 1 vur 8, 8, 1 vur 2, 2, 1 vur 1, 1, 128, 6, 17, 10, 11, daha demirəm də 3 saat, bunlar bilirsiniz. Bu da 2. Cavab oldu 2176, bunu silirəm daha. 2176, bunu yadda saxlayaq. Yəni bu hasilin cavabı oldu 2176. 2176. Normalda bu vurma əməlinin cavabı budur. Söhbət odur ki, vurulardan birini 7 vahid, digərini 4 vahid artırırlar və sən bilmirsən, bunu 7 vahid artırıb, bunu 4 vahid artırım, yoxsa bunu 4 vahid artırıb, bunu 7 vahid. Fərqi yoxdur, ikisini də eləyəcəksən, çünki sual budur ki, artılar hasil ən çox nə qədər dəyişər. İkisini də eləyəcəksən, sonra baxacaqsan ki, hansının arasında fərq daha çoxdur, o cavabı götürəcəksən. Gəlin birinci bunu 7 vahid artıraq. 128 7 vahid artırsam olur 135. Birincini 7 vahid artırdım, digəri 4 vahid. 17-də 4 vahid artırdım, oldu 21. 135-i də 21-ə vuranda şifahi hesablamağa çalışacağım. 270, 2700, o da 135, 2835 eləyəcəm. Ümid edirəm ki, səhv eləmədim. Sonra, bayaq bunu 7 vahid artırmamışım. İndi bunu 4 vahid, o birisini 7 vahid artırsam. 128-i 4 vahid artıranda 132 olur. 17-ni 7 vahid artıranda 24 olur. İndi 132-ni 24-də vuraq. Deməli, 264, 2640, o da 2640. 3040, 3168 səhv eləmədimsə, yəni də şifahi hesablamağa çalışdım. 3168. İndi deyir ki 4 vahid artılarsa hasil ən çox nə qədər dəyişər? Mənim hasilim normalda bu idi. Belə olanı dəyişir, bu olur, belə olanı dəyişir, bu olur. Təbii ki, burada daha çox dəyişir. Burada 2100-dən 2800-ə qalxır, burada isə 3168-ə. Deməli, ən çox budur dəyişim. Amma nə qədər dəyişib tapmaq üçün təbii ki, böyükdən 3168-dən çıxacağım 2176. Ümid edirəm ki, mexanik səhvzad eləməmişəm. 8-dən 6 çıxanda 2, 16-dan 7 çıxanda 9, düzdürmü? 10-dan 1 çıxanda 9. Cavab oldu 992. Yəni 246-cı testin cavabı da oldu C bəndi. Salam. Burada çətin bir şey yox idi. Sadəcə əməliyyatlar idi. Keçdik 247-yə. 247. Deyir, toplamlardan birini 12 vahid azaldıb, digərini 3 vahid artırdılar. Cəmin 8 vahid artması üçün 3-cü toplamını necə dəyişmək lazım? Çox asan. Əvvəlki cəmin hər hansı bir C ədədi desəm, toplamlardan birini 12 vahid azaldıblarsa, nə olur? Onda cəmdə 12 vahid azalır. Çünki toplamın başına nə oyun açılır, cəmin başına eyni oyun açılır. Digərini 3 vahid artırıblarsa, deməli mənim cəmim də 3 vahid artır. Bunun başına oyun açılırsa, burada eyni oyun açılır. Çünki toplamada heç bir problem yox, burada tərsinə heç nə yoxdur. Amma söhbət budur ki, cəmin 8 vahid artması üçün mən istəyirəm ki, bu cəm C üstə gəl 8 formasına düşsün. Yəni ümumilikdə 8 vahid artsın. Deyir, bunun üçün artması üçün 3-cü toplamını necə dəyişmək lazımdır? Birinci hələ mən baxım bu cəm nə formasına düşür? Bax bu cəm. Cəmim mənfi 12 ilə müsbət 3-ü toplayanda moduluza böyüyün moduluna modul 2-ci modulu çıxıram. Yəni 12-dən 3 çıxıram 9 və moduluza böyüyün işarəsi mənfi olduğu üçün mənfi 9 yazıram. Yəni ki, bu halda C çıx 9 formasında. Deyirəm mən bu C plus 8 olmasını istəyirəmsə, birincisi hələ bunun üstünə 9 gəlməliyəm. Düzdür? 9 gəlməliyəm. 9 gəlsəm bu 0 olur.
Yəni gedir də boş C qalır. Hələ bir dənə də 8 gəlməliyəm də. Düzdür? Çünki istəyirəm 8 vahid artsın. C plus 8 forması düşsün. Yəni bu C çıx 9 forması deyil əslində. Bunun üstünə 9 ilə 8 bir neçə 17 gəlməliyəm. Başa düşdünüz? Bunu elə belə özüm hissəsə göstərdim sizə. Necə düşündüm də beynimdə. Bu C çıx 9 formasında hal-hazır. Çünki birisindən 12 azalıb, birisinə görə 3 artıb. Mənfi 12 üstə gəlir 3 də mənfi 9. Yəni bu C çıx 9-dur. Mən C plus 8 istəyirəmsə beynimdə atdım belə fikirləşdim. Birincisi ya 9 artırmalıyam. Bu hələm C olur. Çünki bunlar gedir işin dayıca. Sonra da 8 artırmalıyam. Yəni 9-dan 8 bir neçə 17 artırmalıyam bunu. Yəni bu C çıx 9 17 artırsam 17 çıx 9 mənə müsbət 8-i verəcək. Hə bu cəm 17 artırmalıyamsa, deməli o 3-cü toplanan var ha. Onu da 17 artırmalıyam. Çünki o toplananı 17 artırsam cəm 17 artar. Çünki bu tərsinə reaksiya yoxdur axı. Deməli digər toplananı necə dəyişmək lazımdır? 17 vahid artırmaq lazımdır. 247 ilə də işimiz bitdi. Keçdik 248-ə. Deyir ki, azalan x vahid artırıb, çıxılanı 20 vahid azaltdılar və fərq 30 vahid artdı. Bax, çıxma əməlindəki fərqimə f desəm, bax, f desəm. Azalanı x vahid artırıblarsa, mən deyəm ki, azalanın başında oyun açılsansa, fərqin başında eyni oyun açılır. Yəni bu fərqim, bunu x vahid artırmamışsa azalanı, fərq də x vahid artır. Yəni ki, f üstünə x gəlirəm, x vahid artdı. Sonra çıxılanı 20 vahid azalmayıblar, tərsinə reaksiya verək çıxılanda. Azaldıblarsa deməli tərsinə artacaq, 20 vahid artacaq, azalmayacaq, artacaq, tərsinə reaksiya verəcək və bundan sonra iki fərq 30 vahid artdı. Yəni bundan sonra nə oldu? Fərqim f-im f üstünə gəl 30 oldu. Yəni 30 vahid artdı. Bunu belə yazanda o deyilənləri yazdım. Burada bərabərin sonundakı f-i və ya sağındakı f-i soluna atsam çıx f kimi keçəcək. Bu f-dən də bu çıx f kimi gəldi. F-dən də f-i çıxanda 0 olacaqdı, geçəcək işin dayıca. Burada qalacaq x plus 20 bərabərdir 30 və buradan x nəyə bərabərdir? 30-dan 20 çıxacam 10. Tapsıyam ki, mənim x-im 10 imiş. Bunlar x-dir 10 imiş. Çünki bax, azanı 10 vahid artıranda, ədəd fərqim 10 vahid artır, çıxanda 20 vahid azaldanda tərsinə reaksiya verir, 20 vahid artır. Yəni 10 buna görə artır fərq, 20 buna görə. Yəni ümumilikdə 30 vahid artır. Göz burada deyik, fərq 30 vahid artır. Yəni burada 10 olanda şərtim ödənilir. X-in 10 olduğunu tapdım. Sizin sualınız nədir? Deyir ki, azanı x vahid artırıb. Yəni azanı 10 vahid artırsa, mənim fərqim f idisə, bu da 10 vahid artacaq. Çünki azanı x vahid artırmaq hələ fərqi, yəni x də 10 deməkdir də. Azanı 10 vahid artırmaq, hələ fərqi 10 vahid artırmaq deməkdir. Sonra çıxılanı 12 vahid artırsaq, yəni ki, çıx 12. Çünki çıxılanda 12 vahid artırırlarsa, mənim fərqim nə olur? Tərsinə reaksiya verir. Bunu 12 vahid artırırlarsa, mənim fərqim 12 vahid azalır tərsinə. 12 vahid azalır. Buradan da f müsbət 10 çıxılsın 12. Ondan 12 çıxanda mənfi 2 yerdə uzatmıram. Yəni ki, f çıx 2 forması düşür. Yəni ki, əvvəlki fərqim f idisə, indiki f çıx 2-dir. Yəni ki, fərq necə dəyişdi? Əvvəl f idin də f çıx 2 oldu. Yəni ki, fərqim 2 vahid azaldı. F çıx 2, 2 vahid azalması deməkdir də. 2 vahid azalı hardadır? D bəndində. 248 ilə də işimiz bitdi. Keçdik 249-a. Oxuyuram. Deyir ki, vurğulardan birini 4 dəfə azaltdıq. Hasilin 3 dəfə artması üçün digər vurğu necə dəyişmək lazımdır? Yenə də hasilimizə hər hansı bir h desək, vurğulardan birini 4 dəfə azaldıblarsa, onda hasilin də 4 dəfə azalır. Yəni h olur h böl 4. Düzdür? Bu h böl 4 formasına düşür. Yəni ki, hasilin 4 dəfə azalır. Çünki vurğunun başında oyun açılsa, hasilin başında eyni oyun açılır. Sonra deyir ki, hasilin 3 dəfə artması üçün. Yəni mən istəyirəm ki, bu hasilin h 4-dür. Ən sonda bu hasilin 3h olsun. 3h. Düzdür? Hasilimin deyir ki, 3 dəfə artması üçün digər vurğu necə dəyişmək lazımdır? Birincisi, addım göstərirəm sizə. Necə düşünürəm də, birdən-birə bu 3h necə olacaq, ağlıma gəlmir. Tutaq ki. Birinci düşünürəm ki, bu h böl 4 var. Mən bunu 4 dəfə artırsam, mənə beynimdə fikirləşim, bu 4-lər gedir, boş h qalır. Əla, bu 4-lər gedir, boş h qalır. Deməli, onu da 3 dəfə artırmalıyam ki, bu 3h olsun. Yəni 4 dəfə və 3 dəfə artırmalıyam. Yəni ümumi 4 vs 12-dir də. İndi burada göstərir. Bu düşündüyüm idi. H böl 4-ü 12 dəfə artırmalıyam ki, 12 ilə 4 dəfə gedir, 3 h-ı verir. Amma beynimdə bu cür fikirləşdim. H böl 4-dür. Birincisi, mən bunu 4 dəfə artırsam 4-lər gedir, boş h qalır. Amma mən istəyirəm 3h olsun. Deməli, sonra 3-ə də vurmalıyam. Yəni 4-ə və 3-ə vurmalıyam. 4-ə vuram, 4-lər gedir, sonra 3-ə vururam, 3h formasını düşürtmə. 4 vurursa 12 deməkdir. Yəni mən hasilimi 12 dəfə artırmalıyam. Hasili 12 dəfə artırmaq istəsə, digər vurğu 12 dəfə artırmalısan da, vurğudan asandır da. Digər vurğu 12 dəfə artıranda mənim hasilim 12 dəfə artır. Yəni bu h böl 4 12 dəfə artır və ümumilikdə 3h formasına gəlib düşür. Yəni 3h ümumilikdə əvvəlki nisbətən 3 dəfə artmış olur. Və salam. Deməli vurğumu 12 dəfə artırmalıyam hardadır? Hansı digər vurğu necə dəyişmək lazımdır? 12 dəfə artırmaq lazımdır digər vurğu. Yəni 249 da oldu. A, gəldik nəhayət sonuncu suala. 250. Bu nə sualdır? Deyir ki, iki müxtəlif
4 rəqəmli ədədin cəmindən 2 müxtəlif 3 rəqəmli ədədin fərqini çıxsaq hansı ən kiçik ədədi almaq olar? Çox asan. Sən kiçik bir cavab almaq istəyirsənsə, 2 müxtəlif 4 rəqəmli ədədin cəmi var. Ha? Mən balaca cavab almaq istəyirəmsə, burada təbii ki, ən balaca ədədləri alacağam. Çünki axı bax, hansı ən kiçik ədədi almaq olar? 2 müxtəlif 4 rəqəm. Ən balaca 4 rəqəmlər neçədir? Deyirsən 1000. Bunu hamımız bilir üstündə 1000. 1000-dən balaca yoxdur axı. 1000-dən balaca 999 gəlir. O da 3 rəqəmlidir. Yaxşı, bunu yazdım. O birisi də bəlkə 1000 yazdım. Deyirəm, yox, burada müxtəlif yazdım. Rəqəmləri müxtəlif yazmayıb. Bax, ədədlər müxtəlifdir. Yəni ki, 1000-i yazdım, tezdən 1000-i yaza bilməzsən. Çünki 2 müxtəlif 4 rəqəmli ədəd deyib. Deməyib 2 müxtəlif rəqəmli 4 rəqəmli. Deyir ki, 2 müxtəlif 4 rəqəmli ədəd. Yəni ədədlər müxtəlifdir. Deyirəm, hə, onda buna 1000 dedimsə, o birisinə 1000 deyə bilmirəm. Onda o birisinə neçə deyim? 1001. 1001. Düzdür? 1000-i deyə bilməmsə, 1000-dən sonra ən balancası 1001-dir 4 rəqəmli ədədlərin içində. Bunların da cəmi neçə eləyir? 2001. Bunu tapdım. Bax, bunu tapdım. 2 müxtəlif 4 rəqəmli ədədin cəmindən. Bax, çünki mən ən balacasını götürmədim, balaca almaq istəyirəm cavabı. Bunların cəmi elədi 2001. Bundan nəsə çıxacağam. Bax, burada yazıram hazır. 2001-dən çıxacağam nəsə. İndi bu 2001-dən nə çıxıram? 2 müxtəlif 3 rəqəmli ədədin fərqini. Aha, mən 2 dənə müxtəlif 3 rəqəmli ədədin fərqini tapacağam. Bax, burada tapacağam. Sonra 2001-dən çıxacağam. Düzdür? İndi mən bu 2 müxtəlif 3 rəqəmli ədədin fərqi var. Bunu bacardığım qədər böyük almalıyam. Bəs sən kiçik ədəd düzəltmək istəmirəm, kiçik ədəd düzəltmək istəyirəm. Hələ onu görürəm də. Mən bu 2001-dən nə qədər böyük ədəd çıxsam, cavabım balaca alınar da. Mən bu 2001-dən məsələn 1 çıxsam, cavabım necə olacaq? 2000. Görün o bu ədəddir. Mən bu 2001-dən bacardığım qədər böyük ədəd çıxmalıyam ki, burada böyük ədəd tapmalıyam ki, çıxanda böyük ədəd çıxanda balaca cavabım da ən kiçik ədədi alım. Bəs axırda. Hə, onda 2 müxtəlif 3 rəqəmli ədədin fərqini elə düzəltməliyəm ki, böyük olsun. Onda ən böyüyündən ən kiçiyini çıxsam, ən böyüyündən ən kiçiyini çıxsam, fərq böyük alınır. Düzdürmü? Deyirsən, bəli. Onda 3 rəqəmlərdən ən böyük neçədir? 999. Ən kiçik neçədir? 100. Əla. 2 müxtəlif 3 rəqəmlərdən fərqini çıxsaq deyib. Bunların fərqini bundan çıxacağım. Başa düşürsünüz 2001-dən. Bunların cəmindən 2001-dən. 2 müxtəlif 3 rəqəmlərdən fərqini çıxacağım. Yəni bunların fərqi neçə edirsə, 2001-dən onu çıxacağım. Bu o deməkdir. Ən böyükdən ən kiçiyə çıxanda, çünki fərqin böyük olsun istəyəndə 899 edir və 2001-dən 899-u çıxıram. Yəni bunların cəmindən 2 müxtəlif rəqəmlərdən fərqini çıxdım və cavabımda ən kiçik alına biləcək cavab aldı. 2001-dən 899 çıxanda rahat olsun deyə 2001-dən 900 çıxıb sonra üstünə 1 gələrəm də, hə? 2001-dən 900 çıxanda eləyir 1101, düz hesabladım. 1101. Üstünə 1 gəlsəm 1102. 1102. Mən şifahi çıxdım, kimsə altda çıxa bilər də. Orada 1102 ilə bunu toplasaq, 1999, 2 də gəldi 2001-i verir. Və salam. 1102 harda var? D bəndində. 250-ci testin cavabı da oldu D bəndi. Və salam. Bununla da işimiz bitdi. Məncə 40 dənə testin izahını verdik. 210-dan başlamışdıq deyəsən. 1 saat 20 dəqiqə, 80 dəqiqə deməkdir. Təxminən də 17 dəqiqə əslində. Təxminən mən qarşılayım 20 olacaq da. Özüm hesablayıram. Bunu videodan sonra hesablayıram da mənə lazımdır. Videonun içində hesablayıram ki, hər testin neçə dəqiqə getdi deyə. Və salam. Bu videonun başdan sona dərinlə hər birinin izahını verdik. Ümid edirəm ki, başa düşdünüz. Və dediyim kimi 100% özünüz işləməyə çalışın, baş sındırın, sonra izaha baxın və izaha baxdığınız şeyi başa düşsəz belə tezdən işləyin. Bunu əvvəldə, axırda da deyirəm. Və yenə də nəyəsə izahına baxmışsınızsa, tam aydın olmayıbsa, dərslərimizə qoşulmuşsa ki, qoşulmuşsunuz kimi dərslərə baxa bilirsiniz. Dərslərimizə qoşulmuşsa, WhatsApp qrupumuzda mənə sual verə bilərsiniz. Sual verməkdən çəkinməyin, öz üzərinizdə işləyin, məsuliyyətlə işləyin, xahiş edirəm, diləmi eləməyə çalışın və zənciri də qırmayın. Dərs paylaşılan kimi dərsi mütləq izləyin, dərsləri yığıb çox saxlamayın. Çoxlu dərsdən bir yerdə baxaram deməyin. Hər gün nəsə eləməyə çalışın, video əlinizdə hazırdır. 100% vaxtınız oldu, gecə də olsa, 15-20 dəqiqə, yarım saat, 1 saat vaxt ayıra bilirsiniz. Günorta işin var, axşam vaxtları, axşam işin var, gecə vaxtları. Amma həmin gün qutarana kimi 100% dərsi və vaxt ayır. Yaxşı, müəyyən müddət olsun. Demək ki, bir gün 3-4-5 saat vaxt. Adam var fikirləşir, bir filan gün boş vaxtım olacaq, oturub 4-5 saat baxmağı nə edirsən? Gündə bax, həmişə bax. 1 saat bax, əybi yox, 4-5 saatı baxma. Sən saxlama ki, mənim 3-cü gün boş vaxtım olacaq, 3-cü gün 4-5 saat baxaram. Beyni yorulacaq, 4-5 saat baxmağın nə xeyri var? Sən gündəlik bax da, gündəlik 1 saat, 2 saat, saat yarım, nəyə gücün çatır? Yarım saat, əybi yox. Amma həmin gün bitənə kimi sən bilginə ki, 100% nəsə eləmişəm. Yəni bir gün nəsə eləməmiş yatırsansa, dur yerindən yox. Heç olmasa, nə qədər yorulmam, heç olmasa yarım saat baxıb, bir yarım saatda 15 dəqiqə işləyəcəm. Əgər bir 15 dəqiqə baxıb, 15 dəqiqə tez işləyəcəm. Ümumiyyətlə yarım saat ayıracam.
Bunu mütləq eləyin. Çox xahiş edirəm sizdən. Çünki bunu eləməyəndə də sonrakı nəticə yoxdur. Hamısına birdən baxır. Hamısına birdən baxın. Bu riyaziyyatda axı beyni yorulur. Hamısını birdən qavramaya bilərsən. Amma hissə isə baxanda bax beyni belə tam oturur. Baxırsan, oturuşur o bir gün beyni və tezdən ardına baxırsan oturuşur. Yəni addım-addım gedin. Belə. Yenə də videonun sonunda çox danışdım. Biz dediyim kimi də 1 saat 17 dayanmışdım. 1 saat 20 dəqiqə olacaq birazdan. Bu videoluq bu qədər. Diqqətinizə görə çox sağ olun. Sağ olun.